Bismillahirrahmanirrahim. Vessalatu vesselamu ala Resulina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Allahümme allimna ma yunfa'una ve enfa'na bima allamtana ve zidna ilmin ya Rabbel alemin. Allahümme salli ve sellem ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli Müslümanlar, biz geçen sefer birinci qaydanı bitirdik ve onun nedir? Hemen işler məqsədlərə görədir və yaxud niyyətlər, əməllər niyyətlərə görədir. Onun alt qaydalarını da bitirdik ve sual cevaplara başlamıştık ki bir növ, 7. növ suallar ki onun altında bir neçə dənə sual var. Orada kaldık. Şimdi o suallara devam edeyim. Ondan sonra inşallah ikinci qaydaya artıq şək ilə yəqinlik ortadan qalxmaz qaydasına başlayacağıq. Deməli çata açıram, həmişə kimi çata yazacağıq cavabları. Deməli keçən dəfəki qaydanı və alt qaydanı hatırlayın, ona ait suallar. Deməli 7. növ sual nədir? Deməli həmən o işlər məqsədlərinə görədir qaydasının altında olan, yəni alt qaydaları olan fikri qaydalar ki var. Onların nədir? Onların hakkında keçdiyi dərslərə əsasən aşağıdakı deməli halların hökmlərini bildirəcəyik. Birinci, bunun hökmü nədir? İkincisi də o hökmü bildirəcəyik. Bu hansı o keçdiyimiz qaydaya daha münasibdir? Keçdiyimiz hansı qaydaya uyğundur o çıxartdığımız hökm? Çünki biz nədir? 4 dənə alt qayda keçdik. Birinci qaydaya ait 4 alt qayda keçdik. Biri nədir? Həmən o əqdlərdə nədir? Əqdlərdə nəzərdə tutulan belə nədir? Əqdlərdə nəzərdə tutulan, ibrət olunan nələrdir? Məqsədlərdir və mənalardır. Sonra nə var idi? Niyyət ümumiliyi xüsusiləşdirir, xüsusini də ümumiləşdirir. Ondan sonra üçüncü nə edir? Andlara ait. Andlar məqsədlərinə görədir. Yəni sözlərə görə deyil, əsas orada məqsədlərə, niyyətlərə baxılır. Və dördüncü nə edir? Alt qayda savab niyyətə görədir. Yəni niyyət varsa savab aldın, yoxdursa savab almırsan. Bax bu keçdiyimiz həmin alt qaydalara ait müəyyən nədir? Bir hal veriləcək. Bu da nədir? Hədəf. Bu dərsin hədəflərindən nədir? Artıq nəzəri olaraq öyrəndiyimiz şeyi tətbiqi olaraq nədir? Onun hökmünü verə bilmək, öyrəşdirir insanları, tələbələri. Nədir? Müəyyən hallar verilir. O hallarda həmin o alt qaydalar ki var, o qaydalara görə bir hökm çıxarmalıyıq. Ki bu indi keçəcək alış-verişdirmi, hədiyyədirmi, məsələn orada andı pozmuş sayılarmı, sayılmazmı? Yəni hökm verəcəyik. Üstəlik də ikinci verdiyi sual nədir? Hökmünü verəndən sonra eyni məsələyə aid bu hökmü hansı qaydaya uyğun verdiyi, yəni həmin o 4 alt qaydadan hansısı münasibdir bu hökmə, yəni hansı qaydaya əsasən bu hökm çıxartdıq. İnşallah ki aydındır. Bu 7. növ sualdır. Cavab olaraq isə sual ardıcıllıqla həmin o burada iki cavab istəyir bizdən. Bir hökmünün, bir də bu hökm hansı qaydaya əsasən çıxardım, hansı qaydaya uyğundur? 2. Ona görə bunun rəqəmi də nədir? 83-cü və 84-cü sual. 2-2 sayılır bu. Bir cümlənin 2 cavabı var deyənə. Deməli, ən birinci hökmünü yazacağıq. Ən birinci. Kim istəyər dərhal ikincisini də yazar, amma çalışın ən birinci hökmünü yazacağıq, sonra hansı qaydaya uyğundursa onu yazacağıq. Deməli, deyir ki, bir şəxs, sual, bir şəxs digər şəxsə bir şey hədiyyə etdi. Bir əşya hədiyyə etdi. Və ona nədir? Məlum, yəni bəlli bir qarşılıq, bəlli miqdarda bir qarşılıq şərt qoydu. Yəni bu əşyanı sənə verdim hədiyyə, amma bu şərt nə ki, müəyyən miqdar, məsələn $100, bunun əvəzində mənə verəcəksən. Bu, indi etdiyi şey hədiyyədirmi, alış-verişdirmi, satmaqmı? Yəni bu buna hədiyyə mi vermiş sayılır, yoxsa satdı? Dildə, yəni dedi, hədiyyə verirəm sənə, qarşılığında şərt qoyuram ki, $100 qaytarasan. Alış-veriş yazırlar, alış-veriş, maşallah, barakallahu fikum, alış-veriş. Bu, alış-veriş, maşallah. Hansı qaydaya uyğundur? Həmən 4 alt qayda keçdik. O qaydanın başlığını yazsaz belə tam cümlə yazmaya ehtiyac yoxdur. Məsələn, orada nədir? Savab qaydası var idi, ondan sonra andlara aid qayda, ondan sonra əqdlərə, sonra nə idi? Ondan sonra bir dənə də var idi.
4 dənə, hə, niyyət xüsusiləşdirir və yaxud da ümumiləşdirir. Burada nədir? Əməldə əqd, alış-veriş, əqdlərdə olan məqsəd. Bəli, əqdlərə. Yəni bizim keçdiyimiz nəyə? Birinci alt qaydaya aiddir. Əqdlərdə əsas nəzərdə tutulan nədir? Məqsədlər və mənalar. Baxmayaraq ki, bunu dildə deyir ki, bunu sən hədiyyə verirəm. Qarşılığında bir şey istəyir, alış-veriş. Deməli, nə oldu? 83-cü cavab oldu alış-veriş. 84 həmən o münasib olan qayda, ona hansıdır? Uyğun qayda oldu. Nədir? Həmən əqdlərdə əsas olan məqsəddir və mənalar. Bu cür 2-2 gedəcəyik. 85 və 86. Birinci hökmünün sonra qaydanı. Deməli, bir kişi zövcəsinə belə deyir. Deyir ki, mən səni bu evə girən görsəm, sən deyir, boşsan. Yəni, boşadım səni. Və bununla da bu kişi deməklə nədir? Ümumiyyətlə o evə girməsini qəsd etmişdir. Ümumiyyətlə o evi girməsini, yəni gördü, görmədi. Ümumiyyətlə o evə girməsini nəhy etməyi qəsd etmişdir. Fərqi yoxdur. Sualda elə də gedir. Fərqi yoxdur. Onu ora girərkən gördümü, görmədi. İndi o qadın, kişi onun o evə girməsini görmədiyi halda görmür. Amma qadın yenə də girir. İndi bunun hökmü nədir? Talaq baş verir, yoxsa yox? Boşanmış sayılır. Yəni, və nəticədə nə olur? Bəli, boşanmış sayılır. Bəli, talaq baş verir, bəli, baş verir. Çünki nədir? Məqsəd. Hansı qaydaya uyğundur? Hansı qaydaya, o 4 alt qaydadan hansına uyğundur? Əqdlər qaydasına aiddir, məqsədlər və mənalara görədir. Savab niyyətə görədir. Xüsusi ümumi əqdlər. Yox, talaq, hə? Talaq, biz keçən dəfə demişdik, talaq əqdlərə yox, təsərrüfatlara girir. Təsərrüfat, yəni insanın etdiyi əməllər. Əqd, məsələn, nigah əqdi var və s. Burada ümumiyyətlə nədir? Həmən o xüsusi ümumi. Nə oldu? Görmək xüsusidir, amma onun qəsdi o görmək feilini ümumiləşdirdi. Qəsdi o idi ki, ümumiyyətlə gördüm, görmədim, əsas ora girmə. Vəssalam, girdinsə boşsan, o da girdi, o cürdə nə olur? Boşanmış sayılır. Deməli, nədir? Həmən o niyyət xüsusini ümumiləşdirir, ümumini xüsusiləşdirir ki, burada xüsusini xas olan bir şeyi ümumiləşdirdi. Bu nədir? 85 talaq baş verir, 86 cavab nə oldu? Niyyət ümumiləşdirdi. Deməli, növbəti sual. Elə bil ki, 87, 88, 2-dən çünki cavab verir. Bir insan bir şəxsin yanına yeməyə dəvət edildi. Gəl bizimlə yeməyə dəvət edilir. O insan da, dəvət olunan insan, and içdi ki, mən deyir, yemək yeməyəcəm. Və bu and içəndən sonra, vallahi mən yeməyə dəvət olunur, deyir, vallahi mən yemək yeməyəcəm. Və deyir, sonra deyir ki, and içən adam deyir ki, mənim məqsədim o idi ki, mən o insanın yanında yemək yeməyəcəm. Yəni, kimisə yanı, mən o insanın. İndi bu insan başqa birinin yanında yemək yesə, andını pozmuş sayılır, kəffarə vacib olur, yoxsa yox? Sual aydındır inşallah. Yox, xeyr, yox, xeyr. Maşallah, barakallahu fikum, əlhamdülillah. İnşallah ki, hər kəs doğru alır. Bəli, çünki nədir? Məqsəd nə idi? O, ümumiyyətlə yeməyəcəm, ümumi sözdür, yeməyəcəm. Yəni, 5 gündə olsa, 3 gündə, onun da bunda. Amma nədir? Niyyəti qəsd açılır ki, burada nə oldu? Artıq nədir? Andlar məqsədə əsaslanır. Bəli, qayda da odur. Qayda nə idi? Andlar nədir? Məqsədə görədir və yaxud burada, hətta bunu da demək olar, burada andı ümumi idi. And olmasaydı belə hələ, ümumi bir şey idi. Yeməyəcəm, ümumiyyətlə yeməyəcəm. Səhər gün, orta axşam, onun yanında, bunun yanında, 5 gün, 10 gün. Amma nə oldu? Onun qəsdi sırf onun yanında yeməyəcəm. Elə bil ki, o niyyət onu neynədi? Məhdudlaşdırdı, xüsusiləşdirdi. Yəni, bu qayda uyğun olduğunda yaza bilərsiniz. Sonra, yəni anda görə də aid fərqi yoxdur. O da ümumiyyətlə, o da fayda olaraq deyim, inşallah şeyxlərimiz də bunu deyir. Bəzən dediyimiz kimi, burada hər hansı bir fikri məsələ araşdırmaq, fikri məsələ yəni, təqrir eləmək məsələ deyil. Bu, sadəcə fikri məsələlər üzərindən qaydanı anlamaq üçündür. O qaydanı anlamaq üçün ən gözəl nədir? Misal gətirilir. Bax, bu misaldır. Burada, bax, niyyət rol oynadı. Bu cür ümumi xüsusiləşdirdi və yaxud əksinə və s. Yəni, məqsəd bir. Çünki bu fikri qaydalardır, dərslik. Fikri məsələlər, ətraflı, onların məlumu, yəni, hökmləri, nədir onadır, orada istisnalar və s. fiqh dərslərində.
Bir de ki ikinci mühüm qeyd nədir? Qaydalar hətta üsullarda keçəcək. Bəzən bir-birinə daxil olur, tədaxül deyirlər də bir-birinə. Yəni burada görürsüz and qaydasına da bunu daxil edə bilərik. Niyyət xüsusiləşdirir, ümumiləşdirir də. Yəni burada şərt deyil ki, mütləq hər hansı bir qayda olsun. Hə? Amma uzaqbaşı nədir? Şeyximiz elədiyi kimi, yəni deyir, mənə görə məsələn bu məsələ bu qaydaya daha uyğundur. Bu qaydaya daha uyğundur. Ona görə sualda da bizə verilib nədir? Daha münasib qayda hansıdır? Yəni ən münasib. Bu qayda onsuz da hamısı çünki niyyətlə bağlıdır. Bir qədər ona da, bir qədər o birisinə də aid ola bilər qaydaların bir neçəsinə. Amma daha münasib hansıdır o? Burada adlar da və yaxud niyyət neynədir? Xüsusiləşdirdiyi qaydasına da daha münasib ola bilər. Sonra ki şeyximiz belə demişdir. Yəni daha münasib qayda olaraq qeyd eləmiş neyi? Niyyət xüsusiləşdirir. Ümumi idi, ümumiyyətlə yeməyəcəm, amma dedi ki, onun yeməyini yeməyəcəm. Nədir? Xüsusiləşdirdi, amma anlara görə də aid ola bilər. Sonra növbəti sual bu 80 deməli 87-88 idi. 89-90. Deməli bir insan and içdi ki, özü insan and içir ki, mən filan kəsin evinə girməyəcəm. Amma müəyyən bir gün təhdid, yəni müəyyən etmədi. Demədi ki, bugün girməyəcəm, sabah girməyəcəm, heç girməyəcəm, 10 gün girməyəcəm. Yəni gün sayını, hansı gün olduğunu təyin etmədi. Ümumiyyətlə dedi ki, ümumiyyətlə bu. Mən filan kəsin evinə girməyəcəm. Sonra nə oldu? O insan and içən deyir. Belə desə, mən deyir, bu günü yalnız nəzərdə tutmuşdum. Yəni girməyəcəm, bu gün nəzərdə tutmuşdum. Bu cür demiş olsa, onda o başqa gündə, məsələn sabah evinə girsə o adamın, andını pozmuş sayılar yoxsa yox? Belə bir sual. Xeyr, yazırlar. Xeyr, yox. Maşallah, barakallah. Həqiqətən andını pozmuş sayılmaz. Və burada nə oldu? Burada hansı qaydaya aiddir? Məqsəd, yəni əqdlər məqsədə görə, yoxsa yəni andlar hər halda nəzərdə tuturuz, andlar məqsədə görə. Burada da dediyimiz kimi həm andlar məqsədə görədir deyilmiş olur. Çünki ikisində də o biri nədir? And işləyəm. Bu doğru 89-a. And işləyəm. Həm də ki nədir? Niyyət xüsusiləşdirdi mənasıdır. Ümumiyyətlə girməyəcəm evə, az öncəki sual kimi. Ümumiyyətlə girməyəcəm dedi. Sonra dedi ki, yəni mən bu günü qəsd eləmişəm. Nə oldu? Məhdudlaşdırdı. Ümumini heç vaxt girməyəcəm, məhdudlaşdırdı. Yəni burada da niyyət xüsusiləşdirir, ümumi şeyi xüsusiləşdirir. Ki şeyximiz bunu daha münasib görmüşdü bu qaydanı. İkisi də səhihdir, amma şeyxin Amir bin Bacadın dediyi tərcihi daha şey edirəm ki, orada qeyd edilənlər elə qeyd eləsin. Yəni şeyx bu cür olaraq keçmişdir. Sonra bir şey dediyim kimi tədaxül deyilən bir şey, qaydalar bir-birindən bu da bir aid ola bilər hər hansı bir fikri məsələyə, bir neçə qayda da cəhətdən yəni uyğun ola bilər. 91-92-ci sual. Deməli bir şəxs qarışmasın. Bir şəxs başqa bir şəxsdən bir şey aldı. Və ona dedi ki, bu saatı sənin yanında əmanət olaraq burax. Yəni elə bir ki, ondan məsələn telefon aldı, əşya aldı. Məsələn anlaşdılar, bunu $100 alırım. Sonra saatını çıxartdı. Dedi ki, bu saat sən alan insan. Bu saat səndə əmanət olsun, əmanət olaraq qalsın. Ta mən bu saatın anlaşdılar $100. Saat deyəndə telefon. Biz misal gətiririk, telefon alır, düzdür? Amma onun yerinə nədir? Saat verir, deyir, qoy bu səndə əmanət olaraq qalsın. O telefonun qiyməti $100'dır. Mən o telefonun qiymətini, dəyərini gətirənə qədər bu saat səndə qalsın. Əmanət olaraq. İndi bu əmanət sözündür. Fikir verin sözlərə. İndi bu saat alan insan qoydu o satanın yanında saat. Dedi əmanət qalsın. Bu əmanət olaraq vadiyə ərəbcə əmanət olaraq sayılır şərən bu, yoxsa rahın. Rahın nə idi? Bizdə girov. Rehin Türkiyələr deyirəm. Elə ərəb sözü rahın. Bu girov olaraq sayılır, yoxsa əmanət olaraq sayılır? Adam dedi ki, əmanət olaraq qalsın. Girov. Bəli, maşallah bəkər. Əmanət yazan yanlışdır. Yazıb. Girov. Niyə? Hansı qaydaya daha uyğundur? Yəni, münasib buna uyğun olan qayda hansıdır?
Əqdlər, bəli. Əqdlər məqsədlərə o alış-veriş məsələsinə aid edir. Yəni hədiyyə verirəm sənə, qarşılığında 10 dollar verərsən. Bu nədir? Onun dediyin sözə hədiyyə sözünə fikir verilməz. Bu alqı-satqıdır. Sən mənə bu hədiyyə vermisən, satırsan. Bunun şəri adı satmaqdır. Alış-verişə deyil. Burada da bu əmanət başqa bir şey. Bu aldığı bir şeyin qarşılığında qoyur bunu ki aldığı şeyin qiymətini verəcək, sonra o girov qoyduğu şeyi geri alacaq. Bu artıq əmanətdir, bu girovdur. Və orada əmanət yox, girov hökmləri ortaya girər ki, bunu müamilələrdə biz hamısını keçmişik. Dediyimiz kimi fikri məsələlər burada nədir? Sadəcə qaydanı anlamaq üçün. Sonra girov 92 və 93-94-cü suallar. Deməli, bir nəfər yenə and içdi ki, filan kəsin yanında su içməyəcəm. Filan kəsin suyundan içməyəcəm məsələn. Su. Və bununla ümumiyyətlə onun tərəfindən ona edilən bütün xeyirlərdən imtina edəcəm mənasında deyir. Elə bir küsüb, Allah qorusun, alacaq müsəlmanları barışdırsın küsürləri. Deməli, küsüb məsələn, deyir ki, mən onun suyunu belə içməyəcəm. Belə desək daha mənə. Mən onun suyunu belə içməyəm. Suyunu belə yox. Suyunu belə desə, artıq suyunu belə, yəni başqa şey də burada qəsd olunur. Deyir ki, mən filan kəsin suyunu içməyəcəm. Amma məqsəd nədir? Yəni onun, yəni evdə ən belə deyil, ucuz bir şey su məsələn. Yəni məqsəd odur ki, ümumiyyətlə mənə yemək də versə, nə bilim, pul da versə, hədiyyə də versə, yəni heç nəyi qəbul etməyəcəm. Məqsədi budur. Amma and içəndə su olaraq dedi. İndi bu insan o adamın o suyunu içməyəcəyinə dair and içdiyi adam ki var, onun yeməyindən yesə və yaxud hər hansı bir əşyasını istifadəyə götürsə, andını pozmuş sayılar yoxsa yox? Su içmir. Yeməyindən yedi, məsələn, nə bilim, bir şey verdi, istifadə elədi onun eşindən. Pozar. Yəni andını pozar yoxsa yox? Pozar. Andını pozmuş sayılır. Andını yox sayılmaz. Yəni nə sayılmaz? Yox, pozar. Yəni belə deyildi. Burada sual belədir. Bu insan and içdi ki, mən filan kəsin suyunu içməyəcəm. Amma məqsəd də odur ki, yəni onun ümumiyyətlə hər hansı xeyrindən istifadə etməyəcəm. Xeyri özünə qalsın. Sonra suyunu içmədi, amma yeməyini yedi. Onun bir əşyasını istifadə elədi və s. Bu andını pozmuş sayılır, indi kəffarə lazımdır. Bu andını pozduysa kəffarə olmalıdır və s. Ona görə biz elə-belə bunu öyrənmirik ki, bu dediyimiz kimi fiqhdir, qayda. Bunlar hamısı tətbiqi əməli elmlərdir. Yəni sadəcə belə bilgi deyil. Pozar, bəli. Doğru cavab pozar. Və qayda nə idi? Həmən o andlar məqsədlərə, yəni niyyətlərə görədir. Bir də ki, hansı? Həmçinin niyyət, burada da bax, tədaxül dediyimiz var. Niyyət həmin o neyinir? Ümumiləşdirdi. Xüsusi olaraq bu suya aid, suyu içməyəcəyinə dair and içdi. Amma məqsəd etdiyi nə idi? Ümumiyyətlə heç bir xeyrinə istifadə etməyəcək. Ona görə bu xüsusi nə oldu? Sözü niyyət ümumiləşdirdi. Ona görə yeməyini, suyunu içməsə də yeməyini yesə, hər hansı bir xeyrindən istifadə etsə, andını pozmuş və kəffarə vacib olmuş olur. Sonra 95-96-cı suallar. Bir insan öz zövcəsinə, yəni ər öz zövcəsinə nəfəqə verir, vacibdir boyunda. Nəfəqə, yəni xərcliyini və s. Nəfəqə biz keçmişdik nədir? 3 şey. Deməli, nəfəqə verir, amma Allaha yaxınlaşmaq, Allaha bununla ibadət etmiş, qulluq etmiş olmaq niyyətindən qafildir. Yəni, bu cür niyyət olmadan, amma nəfəqəsini verir. Bu suala fikir verin. 2 sual var burada. 2 sual. Həmən o hökmü və yox, qayda və s. Hökmünə aid hələ 2 sual var. Sonra qaydasını deyəcəyim. Birincisi, bu verdiyi nəfəqəni yerinə yetirmiş sayılır yoxsa yox? İcizə deyirlər də. Yəni, yerinə yetirmiş sayılır yoxsa yox? Yəni, boynunda olan nəfəqə haqqını yerinə yetirmiş sayılır, keçərlidir yoxsa sayılır? Birinci buna cavab verir. Sayılır mı? Bəli, əlhamdülillah sayılır. Yaxşı, ikinci sual. Maşallah, barakallah. Buna görə savab alır yoxsa almır? İkinci sual budur. Həmən o Allaha yaxınlaşmamız savabdır. Çünki bizdən yox yazırlar. Alır birinci yazırlar. Sonra yox, alır yazırlar. İxtilaf düşdü. Alır. Əslində almır. Niyə? Çünki bu 4-cü alt qaydadır.
ki buna dair ilk sualı bu gelir. Savab niyete göredir. Biz dedik ki niyet ettinse savabını alabilirsen. Ha, boynundan düştü. O ferz, vacibiyet boynundan düştü. Ettin. Niyetten gafil idi adam. Ama savabını alır, almır. Çünkü o niyetinde bunu ne ibadet kimi, ne Allah'a yakınlaştırmak kimi olur. Sual tekrar olar, olar. Sualı tekrar verirəm ki, ola bilər bu sual anlaşılmadı. Deməli, bir kişi öz zövcəsinə vacib olan nəfəqəni verir, amma nəfəqə verdiği zaman bunu Allah'a yaxınlaştıran bir əməl, Allah'a ibadet olan bir əməl olarak o niyyət ki var, o niyyətdən qafildir. O niyyəti yəni beynində tutmadan, o niyyəti heç xatırlamadan sadəcə nəfəqəsini verir, niyyət etmədən ki, bu Allah'a yaxınlaştıran bir əməl kimi və s. bunu verir. Sual o idi. Bu nəfəqə keçərlidir, yoxsa yox? Bunu hamısı əlhəmdülillah hər kəs düzgün cavab verdi ki, keçərlidir. Amma savabını alır, yoxsa yox? Burada düzgün cavab savab alınır. Niyə? Həmən o niyyət. Dördüncü alt qayda. Savab niyyətə bağlıdır. Niyyət etdinsə, ibadət niyyəti, Allah'a yaxınlaşmaq, təqarrub, təabbud. Bunları niyyət etdinsə savab alarsan. Almadırsan, inşallah ki, anlaşıldı. Deməli, bu nəyə aiddir? Hökmə aid 2 sual idi. İndi bu, biz cavab verərkən dedik, yenə təkrarlayaq. İndi 96-cı sual nədir? Həmən bu məsələ çıxarılan hökm də hansı qayda daha uyğundur? Hansı münasib qayda hansıdır? Alt qaydalardan 4 qaydanın hansı münasibdir? Deyə danışa ya biz dedik, amma yenə yazanlar oldu. Savab niyyətə görədir. Bəli, savab niyyətə görədir. Həmən qaydaya uyğundur. Sonra 97 və 98-ci sual. 97-98. Bir insan deməli, bir insan and içdi ki, oğlu üçün 1 riyallıq əşya almayacaq. 1 riyala əşya almayacaq. Sonra ona fikir verin. Burada deyilmir nə niyyət, nə və ümumən. Niyyət varsa xüsusi ümumiləşdirir, ümumi də xüsusiləşdirir. Burada ümumən deyir ki, and içdi ki, 1 riyala belə nədir? Oğlu üçün bir şey almayacaq. Sonra gedib 100 riyala, riyal dollar biz deyik də, burada ərəb riyalı pul vaydı. Deməli, sonra gedib 100 dollara bir əşya aldı. Bununla andını pozmuş sayılır, yoxsa yox? Birinci bu sual. Pozur. 2 başlı sayılır. Bəli, ona görə mən əvvəldə dedim, fikir verin, burada niyyət deyilmədi, niyyəti nədir? Əgər deyilmirsə, siz ümumən zahirə görə deyəcəksiniz. Bu and içdi ki, 1 riyala, 1 dollara heç nə almayacağım oğlum üçün. Sonra getdi 100 riyala aldı. 100 riyala aldı. Yəni burada bizim 2 dənə misal demişdik buna. Burada heç biri yoxdur. Ona görə zahirən götürüyünə and içdi bu cür. Ortada niyyət yox. Bilək ki, bu hansı niyyətlə and içdi. Ortada niyyət deyilmir. Ona görə zahirən nə oldu? Pozmuş sayılır. Doğru cavab pozulur. Və bu hansı qaydaya uyğundur? Hansı qayda daha münasibdir burada? And, bəli, and qaydası. Andlar məqsədə və mənalara görədir. Yəni niyyətlərə görədir daha doğrusu. Sonra 99 və 100-cü sual. Deməli, bir insan alış-veriş edir, alıcı satıcı ilə bazarlıq edir. Və bazarlıq eləyir, yəni qiyməti aşağı salmaq istəyir. Məsələn, 15 deyir, yox 13, o deyir, yox 12-yə və s. Bu cür bazarlıq eləyir və sonra and içir ki, alan insan. Yəni, nəsə istədiyi qiymət vermirlər ona. Yaxkinin cavabı andı pozur. Pozur. Andı pozur. Zahirinə görə biz dedik ki, çünki burada yoxdur ki, bu nə niyyətlə, heç 1 riyal olsa belə almayacam, yoxsa sən bizim gətirdiyimiz o vaxt misal, nədir? Və yaxud da ki, sən bu 1 riyalar layiq görürsən sənə daha bağlısını. Burada bu deyilmir. Ümumən. And içdi ki, 1 riyal, 1 dollara bir şey almayacam oğluna. Sonra bəli, dünən 2 cür dedi ki, niyyətdə misal gətirdi ki, bu niyyətlə açsa pozulur, bu niyyətlə and içsə pozulmur. Amma burada ona görə sualı oxuyanda əvvəlcə dedim ki, fikir verin, burada zahirinə görə bir dənə şey verilirsə, adı and içdi. Hansı niyyətlə yoxdur. Məsələn, digər suallarda var idi, bunu qəsd etmiş olsa, bunu niyyət etmiş olsa, onda o niyyətə qəsdə görə. Amma burada nə niyyət var, nə qəsd var ortada. Bizim bildiyimiz sadəcə bu cür and içdi, pozar, pozmaz, doğru cavab pozmaqdır.
İnşallah ki anlaşıldı önemli. Deməli, 99 və 100. Deməli, bir insan digəri ilə, alıcı satıcı ilə bazarlıq eləyir. Nəsə razılaşdığı bir qiymət demir alıcı satıcı ona. Qane olmur və deyir ki, yəni baha deyir də ona. O da deyir ki, and içir. And içir ki, mən səndən bunu 10 minə almayacağam. O min deyil burada, 10. 10 dollara bunu almayacağam. Sonra neynir? Sonra gəlir, indi 12 dollara alır. İndi bunu misalı daha geniş eləyək. Məsələn, bazarlıq eləyir. Bu deyir ki, 8-ə sat. O deyir, yox, 12'ye. Bu deyir 9'a sat. Yox deyir 10'a. Yəni ondan aşağı enməyəcəm, düşməyəcəm qiymətdə. Alıcı da deyir, yox, vallahi mən səni buna ondan 10'a 10 dollara almayacağam ondan. Yəni bahadır mənasında. Sonra gedir, fırlanır, belə deyək, gəzir bazarı, dükanları və s. Görür ki, heç 12'dən belə aşağı verən yoxdur. Bu yenə ona verirdi. Qayıdır, gəlir yenə satıcının yanına, deyir, hə, gəl sənə bunu verəm ona. Ver bunu ona. O da deyir, yox, artıq mən sənə demişdim ki, bazarda bu qiymətə yoxdur. Sən indi bu qiymətə tapa bilmədin deyənə gördün, gəldin mənim yanıma. Mən sənə indi bunu 12'dən aşağı satmayacağam, satıcı deyir. 2 dollar da yuxarı qaldırdı. Belə, acığa. İndi bu adam da bu səfər bunu and içmişdi, 10 dollara belə almayacağam, hə? Ona almayacağım. 9'a 8 alır. İndi bu adam artıq nədir? 12'ye satır bunu. Bu da artıq məcbur. Məsələn, bazarda görür ki, biz dedik 12'dən aşağı. Məsələn, 13'dən aşağı verən yoxdur. Elə bu 12'ye yenə verir. Götürüb 12'ye alır bu səfər. Halbuki and içmişdi, 10 dollara almayacağım. 12'ye alır. İndi bu andını pozmuş sayılır, yoxsa yox? İnşallah ki, sual aydın. Pozur deyəsən. Pozur. Birinci bazarı gəzərdi. İçərdi, yoxsa pozmur yox, pozur. Niyə? Burada bax, məqsəd nədir? Bu siyaq deyilən bir şey var. Bu artıq alış-verişdə. Burada deyilməsə belə, alış-verişdə məlumdur ki, dediyimiz misalda da bu adam and içir, onu almayacağım. Niyə görə? Yəni baha deyirsən, 10 dollara almayacağım bunu. Sonra gəzir, görür, heç 13'dən aşağı verən yoxdur. Məcbur yenə bunun ayağına gəlir, deyir, hə, yaxşı, bu səfər 10 dollara. O da artıq deyir, yox, acığa düşür, deyir ki, yox, 12'dən aşağı verməyəcəm bu səfər. O da məcbur 13'dən aşağı verən yox. Məcbur 12'yi alır. Bu and içdiyi qiymətdən də baha alır. Yəni 9'u alsaydı, hə, bu ona belə deyir, almayacağım. And içdiyi qiymətdən də artıq nədir? Bahaya 12'yi alır. Artıq nə olur? Andını artıqlaması ilə pozmuş olur. Deməli, buna uyğun qayda hansıdır? Daha münasib qayda. And qaydası, bəli, andlar niyyətə görədir. Yaxşı, biz saatımız neçə? 30 dəqiqə, 30 dəqiqə. Deməli, sonuncu bu mövzu ilə bağlı 7-ci növ sualların sonuncusu 101-102, yəni 2 gedirlər. 101-102-ci suallar. Deməli, bu cür and içdi insan. Deyir ki, vallahi, bu ərəb dili bilməyə aiddir. Tərcümə edəcək. Vallahi, la ukellimu fulanən, yəni deyir. Ukellim ərəbcə həm danışmaq mənasında kimdir? Vallahi deyir, mən filan kəslə, biz belə deyik, təklim, məsələni deyik, təklim eləməyəcək. Təklim ərəbcə həm danışmaq mənasına gedir, həm yaralamaq ki, hədisdə gəlir ki, insan Allah yolunda yaralı ikən, Allah qarşısına çıxanda qiyamət günü qanı, qoxusu nədir? Müşk qoxusu gələr ondan. Yəni, o ukellimu ərəbcə bu mənada işlənir. Deyir ki, mən filan kəslə təklim eləməyəcəm belə. Amma qəsd etdiyi şey bunu and içəndə nədir? Onu yaralamayacam mənasındadır. Yaralamaq bildiyimiz, yəni bir şeylə, əşya ilə yaralamaq. Yaralamayacam mənası. Ərəbcə bu ikisi də eyni səslənir. La ukellimu fulanən, bu filan kəslə təklimli, yəni danışmayacam mənasında da gəlir. Eyni söz. Və onu yaralamayacam mənasında da gəlir. İndi burada zahirən aid bir misal gətirəcəm. Məsələn, 2 nəfərsiz, 3-cü şəxs var. Sizdən biri o 3-cü şəxslə küslüdür. Və sənə deyir ki, sən də onunla danışma. Mənə görə, mənə xatir və sahibəsən ağrına gedir. Sən də and içirsən ki, vallahi la ukellimu fulanən, filan kəslə təklim eləməyəcəm. Yəni ki, o danışmayacam anlayır.
Onun istədiyi odur, sən onunla danışma. Amma sən qəsdin odur ki, onu yaralamayacam. Amma görüşürsən, edirsən, sadəcə xətri əzizdir, xətrinə değməyəsən deyənə, istədiyini eləmiş kimi özü göstərəsən deyənə, yalan demədən və s. Qəsd edirsən, lə ukəllimu fulanı, filan kəsi yaralamayacam mənasında deyirsən. Ondan sonra da nə olur? Həmən bu cür and içən, bu qəsdlə, bu niyyətlə and içən insan sonra gedib bu filan kəslə danışsa, artıq danışma mənasında, danışsa, o andını pozmuş sayılar yoxsa yox? Sual budur. Pozulmur, and sözlərə görə deyil, sözlərə görədir. Xeyr, pozmur yəni. Yox, pozulma aşağıdır. Həqiqətən pozmur. Niyə? Çünki onun andı zahirən uyğun gəlsə də, amma bunun digər mənası onu qəsd eləmişdi mənada. O and pozmuş sayılmır. Bəli. Və bu qayda niyə aiddir? Aydındır. Yəni daha doğrusu bu məsələ hansı qaydaya aiddir? Həmin o andlar nədir? Niyyətlə, bəli, and sözlərə görə. Burada yeri gəlmişkən bu sual bitdi. Burada həmən o and məsələsi ki var. Fiqhdə belə bir bab var. Təvil yəni. Andlarda təvil. Həmən bu məsələ ona aid. Andlarda təvil və bunu inşallah gələcək o irəlidəki geniş mərhələlərdə fiqhdə, həmən o fiqhlərdə, andlarda nə vaxt andı pozmuş olar, pozmuş sayılmaz. Bu şeylərdə göz and pozmur. Bu andda təvil gedir və alimlər inşallah təfsilatı daha sonra gələcək, amma ümumən, ümumi qayda ki, insan bu cür şeylərə andlarda təvil verəndə bu təvil qəbul olunur. Zalim olma halı istisna. Yəni insanların yalandan məsələn belə deyil, haqqını yeyir, malını yeyir və bu cür təvillərə, andlarda təvil verir. Məsələn, oğurlayıb insanın ya haqsız yerə yeyib və bu cür ona and içdirəndə təvilli iki başlı bu cür bir şey qəsd eləyərək nədir? Onu da razı salaraq, sanki bu oğurlamayıb, amma niyyətində başqa bir şey, məsələn, mənim yanımda mal yoxdur mənasında, o elə anlayır ki, sənin malından mənim yanımda heç nə yoxdur. Hə? Amma nə deyir, sənin malından, nə bilim, məsələn, mal yoxdur, artıq malı satıb, o mənada deyirlər. Amma o anlayır nə? Yəni ki, oğurlanmamışam, yeməmişəm. Yəni, bu cür təvillərə yol verir, zalim ola. Yəni, insanlara zülm edərək mallarını, məsələn, haqlarını yiyərək bu cür andlarda verilən təvillər qəbul olunmur. Bunlar qəbul olunmur. O sabah desə ki, üzə çıxsa yalanı, mən təvil, mənim niyyətimdə bu idi. Niyyətində əslində doğrudur buradakı kimi. Yaralamayacam, yaralamayacam. Yaralamadı ki, yox, andını pozmuş sayılmadı. Amma zülm etdiyi halda, zalim olduğu halda bu cür təvilə yola verərsən, bu təvil ondan qəbul olunmaz. Andını pozmuş sayılar və andın kəfarəsi və s. O başqa mövzudur. Deməli, inşallah ki, anlaşıldı. Bu, biz keçək səhifəni gətirib. Biz artıq bugün inşallah nəyə keçirik? İkinci qaydaya. Böyük qayda, kubra dediyimiz qaydalardan ikincisi nə idi? Kimin yadındadır? Biz ardıcıllıqla demişdik. Şey olarak ilk başta 5 qaydanın 5'inde dedik. Yani ismini dedik. Sonra dedik ki bunlar bir keçecek. Yanında qalan var mı? Ardıcıllıqla ikinci qaydansıdır. Yazıblar deyəsən. Yəqinlik, bəli. Bəli, maşallah, barakallah fikir. Deməli, qələmi götürək. Hə, yəni. Deməli, nədir? Bax, bu qayda. Burada yazırsınız ikinci qayda. El-yakinu la yazulu bir şək. Yəqinlik şək ilə zail olmaz. Zail nədir? Yox olmaz. Yəni, yəqinlik şək ilə ortadan qalxmaz, yox olmaz. Və yaxud şək ilə yəqinlik ortadan qalxmaz. Necə rahatlığı ilə də yazın. Bunun mənası nədir? Burada gələcək. Bu bildiyimiz nədir? İkinci böyük qayda, kubra, kulliyyə dediyimiz. 5 qayda, bunlar hamısı kubradır. Bu niyə görə deyirəm? Testlərdə, imtahanlarda gələcək. Bu böyük qaydadır mı? Kiçik, yəni böyük olmayan suğra, yoxsa böyük olmayan, ikisi də qeyri kubra və suğra deyə bilərsiniz. Biz dedik ki, 5 qayda, 5-i burada keçirilən böyük qaydadır. Bunların alt qaydaları hər birinin, o 5-dən hər birinin hamısı suğra sayılır. Deməli, mənası nədir bunun? Bu qaydanın yəqinlik şək ilə nədir? Ortadan qalxması, elə yəqinlik qalır. Mənası budur. Uzun bir cümlədir. Bunu mən tərcümə edeyim. Orada yazanlar yazacağım. Sonra misal gətireyim.
Mənası odur ki, burada yazılan mənası. Burada yazılan mənası, burada da o mənası nədirsə o yazılır. Yəni burada mənası sözünü yazırsınız ki, bu qaydanın mənası. Sonra keçirsiniz bura, həmən məna nədirsə onu tərcümə edir. Deməli, bir insan mənası odur ki, bir insanda qəlbdə, qəlbində bir şeyin sabit olması, yəni var olması və yaxud yox olması qətiyyətlə sabitdirsə, qətiyyətlə varsa, cəzm edibsə, onda o insanın həmin o sonradan gələn şək şübhəyə görə həmin o yəqinliyi qəlbində o sabit olan bir şeyin varlığı və yaxud yoxluğunun, yəni bu şey var və yaxud bu şey yoxdur, qəlbində cəzm edib. Tam nədir? Qəti qəbul edib ki, bu şey ya var ya yox. Və buna deyirlər yəqinlik. Hə? Ondan sonra bu bir də tərcümə edəcək qısa olaraqsa izah edir. Ondan sonra bunun varlığına dair və yaxud yoxluğuna dair bir gələn şəkkinə daha doğrusu bu gələn şəkkə görə nədir? Bu yəqinliyi tərk etməsi səhih deyildir, doğru deyildir. Və o neynir? Əksinə həmin o birinci yəni qəlbində sabit olan bir şeyin varlığı və yaxud yoxluğu haqqında qəlbində sabit olan bir həmin o birinci yəqinlik ilə əməl edər və həmin o sonradan baş verən, sonradan meydana gələn, meydana çıxan şəkkə iltifat etməz, yəni heç ona fikir verməz. Qısa olaraq təkrarlayaq nədir? Mənası nə oldu bu qaydanın? Yəqinlik şübhə ilə ortadan qalxmaz. Bir yəqinlik var, yəqinlikdən sonra bir şübhə də gəldi. Bir misal gətirəcəyik, sadəcə qaydanın mənasını izah edin. Bax, bu yəqinlik həmin sonradan gələn şübhə ilə ortadan qalxmaz. Bunun mənası nə oldu? Ki, bir insanın qəlbində bir şeyin varlığına və yaxud yoxluğuna dair bir qətiyyət var, cəzm. Hə? Tam yəqindir bir şeyə, əmindir, əminlik var. Bu şey ya var, ya yoxdur. Bundan sonra həmin o qətiyyət var. Bundan sonra nədir? O insanın o qəlbindəki olan ilk yəqinlik ki var, onunla əməl etməsi vacibdir və o sonradan, o yəqinlikdən sonra həmin o qəlbində olanı şübhə altına salan o şübhə ki var, onu nədir? Tərk etməsi vacibdir və yaxud ona görə o yəqinliyi tərk etməsi səhih deyildir. Həmin o sonradan gələn şəkkə heç iltifat edilməz, heç baxılmaz. Mənası budur. Buna misal, ən çox elə təharət babında ki, fiqhdə də keçmişik. Məsələn, bir insan yəqinini dəstəmaz aldım. Getdim dəstəmaz. Yəqinliklə yəqinsən ki, mən dəstəmaz almışam. Vuzu var. Sonra da vuzu olandan sonra şək gəldi ki, mən dəstəmaz alandan sonra dəstəmazı pozdum mu? Məsələn, ayaq yoluna getdim mi? Getmədim. Şəkdir bu. İndi burada nə var? Yəqinlik. Dəstəmaz aldım. Saat 1-də zöhr namazından qabaq dəstəmaz aldım. Zöhrü də qıldım. İndi əsr namazı gəlir. Deyirsən ki, mən bu zöhrdən sonra, zöhrü şübhəsiz ki, dəstəmazlı qıldı vuzu ilə. Bu əsr namazı gəldi. İndi mən bu arada sanki ayaq yoluna getdim kimi xatırlayıram, getmədim kimi yəqin deyilsən. Burada şək nədir? Yəqinlik ziddi. İndi gələcək orada 50-50-yə anlaşılır, yoxsa ümumiyyətlə yəqinliyə zidd olan hər hansı bir hali bu zənd olsa və s. o gələcək alt qaydalardır. Deməli, şək gəlirsən ki, mən ayaq yoluna getdim, getmədim. Dəstəmazını pozdum, pozmadım. Şək gəlirsən, yəqin deyilsən. Poza da bilərsən, pozmaya da bilərsən. Amma ondan qabaq dəstəmaz almaq yəqindir. Bax, bu qaydaya görə biz nə deyirik? Biz deyirik ki, həmin o yəqinlik, sənin təharətli olma yəqinliyi, həmin bu cür sonradan gəlmə təharəti pozmaq şübhəsinə görə yəni ortadan qalxmaz. Bu şübhəyi tərk etməlisən, yəqinlikdə durmalısan ki, mən təharətliyəm, qutardı getdi. Mən təharətliyəm. O şübhəyə baxmırsan. Ta o yəqinliyə gələnə kimi. Yəqin deyilsən, qutardı getdi. İnşallah ki, aydındır bu misal belə. Sonra dəlili, yəni bu qaydanın deməli, yəqinlik şübhə ilə ortadan qalxmaz qaydası, onun dəlili nədir? Burada 2 dənə dəlil gətirir. Burada yazırsınız dəlilləri. Həmin qaydanın 2 dəlil. Birinci nədir? Əbu Hüreyrədən radiyallahu anh gələn hədisdir ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurmuşdur. Bu hədis burada yazılır, tərcüməsini də yazarsınız. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurmuşdur ki, sizdən biri qarnında bir şey
tapsa, yani karnında bir şey hissetse manasında, bir narahatçılık vesaire hissetse ve ona ağır gelse, ne yani ona belə deyək, sual yaransa, onu müşkül əşkəl aleyhi, yani ona bir bu cür bir sual gelse, bir problem çıksa ki görəsən bu cür sual yaransa ki ondan, yani insandan bir şey çıktı mı çıkmadı mı? Karnında o nasazlı olduğuna göre dəstəmazı, yani pozuldu pozulmadı diye böyle bir sual yaransa, nedir Resulullah sallallahu aleyhi ve sellem devamında deyir ki فَلَا يَخْرُجَنَّ. Orada nun təkid gəlir. Təkid, yəni nə badə. Yəni əsla məsciddən nədir? Ta bir səs eşidib və yaxud yəni qarnından çıxan bir şeyin səsini və yaxud da bir iyini, qoxusunu duyana qədər, duymayınca və yaxud səs eşitməyincə məsciddən çıxmasın. Yəni dəstəmazlı olaraq özünü qəbul etsin, namazında davam eləsin. Nedir? Ne badə çıxsın, çıxmasın. Muttefaqun aleyh. Buxari Müslimdə gələn bu rivayətdir. Mənası nedir burada? Mənası odur ki, burada yəni səs eşitməyənə qədər və yaxud iyini, qoxusunu duymayana qədər, hiss etməyənə qədər, bu həmin o biz qaydaya keçdiyimiz kimi bu elə bil ki, ümumilik nəzərdə tutulan xüsusi sözlərdir. Yəni, məsələn, mənası nədir? Məsələn, insan ola bilər. Birinci qaydaya aid deyək. Burada nədir? Əsas bu qaydanın dəlilidir. Burada hardan götürülür? Ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem demişdi nə? Ortada bir yəqinlik var. İnsan dəstəmazdadır, məsciddədir, namazdadır. Bu yəqinlikdir, təharət. Şək gəldi. Deyir ki, müşkül. Bir sual yarandı bunda ki, bunda qarnında bir şey hiss elədi. Bundan bir şey çıxdı, çıxmadı. Şəkdir. Yəqin olsa dəstəmaz pozuldu. Şəkdir, yəqinlik yoxdur. Nə deyir Resulullah sallallahu aleyhi ve sellem? Burada necə davranmaq lazım? Yəni mənası nədir? Yəqinlik, təharət üzrə qalır. Ta nədir? Bir şey duymayınca, istir səsin və yaxud da ki, iyini duymayınca nədir? Məsciddən çıxması. Yəni bunun mənası nədir? Şərt deyil, duymalıdır məsələn, mütləq eşitməlidir, mütləq iyini hiss etməlidir. Burada məqsəd yəqinliklə, yəni onu pozduğuna dair, onun bir şeyin çıxdığına dair yəqinlik buna gəlməyincə, yəqin olmayınca məsciddən çıxmasın, namazından çıxmasın. Misal, məsələn, ola bilər, ən çox misal nəyə gətirirlər? Ola bilər səsküylü bir yerdə namaz qılır. Yəni, bir şey çıxmış olsa belə, səsi gəlsə belə bu səsini eşitməyəcək. O qədər səsküylü bir yerdir. Amma bu insan yəqinliklə bilsə ki, bundan bir şey çıxdı, səsini eşitməsə belə, bu indi hədisdə səsini duymayınca deyilir. Səsini eşitməsə bu insanın dəstəmazlı sayılır. Təbii ki, yox. Bu insan yəqindir ki, bundan bir şey çıxdı. Deməli, burada nədir? Burada onu deyirlər də. Bu, elə bir ki, ümumilik, həmən o niyyət nədir? Məqsəd, yəni xas bir şeyi xüsusi, məsələn, burada eşitmək var, bir də iyini duymaq var. Bu xas ən çox, yəni qalibən deyilən, ən çox, yəni yəqinlik əmələ gələn, yəqinliyi ortaya gətirən bir səbəblərdir. Amma bundan başqa səbəblər ola bilər və yaxud bunlar olmadan da insan yəqin ola bilər. Deməli, və yaxud iyinə görə, məsələn, alimlər bir çox fiqh kitablarına misal gətirirlər. Məsələn, çöldə qılırsan, məsələn, külək var, rüzgar var. Məsələn, rüzgar gəldi, heç yəni iyini yəni duymağı mümkün deyil yəni. Başqa tərəfə getdi məsələn. İyini heç səsləmədi və yaxud da iyi də gəlmədi. Yəni o demək deyil, amma sən yəqinsən bir şey çıxdısa, nə eşitsən, nə də ki iyini hiss etsən belə yenə nədir? Dəstəmazın pozulur. Burada əsas məqsədin yəqinlik. Və bu dəlillərdən biridir. Bu qaydaya, bu hədisə əsasən bu cür qaydalar nədir? Bu cür qaydanı çıxardırlar. Yəqinlik şəkk ilə nədir? Zahir olmaz. Yəni şəkk ilə ortadan qalxmaz. İkinci dəlil nədir? Abu Said el-Xudri'dən radiyallahu anh gələn rivayətdir ki, Resulullah sallallahu aleyhi ve sellem demiştir ki, buyurmuşdur. Sizdən biri namazda şək edərsə və bilməz, 3 rükət mi qılıb 4 rükət? Bu artıq rükətlərə aiddir. Fikir verin. Dediyimiz kimi qaydalar nə? Ya birbaşa nasdan götürülür, şəri dəlillərdən götürülür qayda, ya da ki fikri məsələlərin hamısını bir yerə toplayaraq ortada bir nəticədə bir qayda götürür. Burada birbaşa həm hədisdir,
Hə? Həm də ki, nədir? Həmən bu cür görürsüz, birinə dəstəmaza aid, birinə rükətlərin sayına aid. Başqa hədislərdə bu sadəcə iki dəlil deyil, buna dəlillər çoxdur. Sadəcə muxtəsərin səviyyəsinə görə, yəni zikr olunur. Bilək ki, hər bir şeyin həm də dəlili var. Bu səfər bunu keçməsəydi, gələn məsələlərdə, gələn mərhələlərdə inşallah keçəcəyik. Deməli, nədir? Burada hədisdə rükətlərə aiddir. Şübhə etsə, Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, sizdən biri namazda şübhə edib, bilməsə ki, 3 rükət mi qılıb, 4 rükət mi qılıb, o bir şübhəni dəf etsin. Yəni şübhəni atsın kənara, qovsun. Fəryatrah qovsun mənasında işte. Şübhəni qovsun, atsın kənara və yəqin olduğu bir şeyə bina etsin. Yəni ona əsaslansın. Yəni 3 mi, 4 mi? 3, hər iki ehtimalda 3, bu adam 100% 3 rəkat qılıb. Sadəcə bilmir, 4-cüdür, yoxsa yox. 3 qılmanı 3 qılıb. Yəqinlik burada nədir? Azlıq. Yəqinlik Həmbəli məzəbinə görə də yəqinlik deyəndə o hədislərdə başa düşülən azlıq. Yəqinlik üzərinə bina ilə, yəni azlıq. Həcdəsən və yaxud ümrədəsən, tavaf eləyirsən, bilmirsən 5-ci tavaftımı şaud dediyimiz və yaxud 6-cı. Yəqinlik götürsən 5, davam elə. Bina ilə üzərinə 6, 7 elə. Hə? Yəni hər bir şeydə bu qaydadır. Yəqinlik üzərində. Deməli hədisdə elə oldu. Bu Müslimdə gələn rivayətdir. Deməli nə edir? Yəqinlik üzərə bina eləyər, yəqinliyə əsaslanaraq tamamlanar. Yəni 3 rükət olaraq qəbul edər, 4 rükətli namazsa 1 rükətdə 4-cü olaraq qılar. İndi o səhv səcdəsi və s. Onu fiqhdə biz ibadətlər fiqhində keçmişik səhv səcdəsi bölümündə, namaz kitabında. Deməli, nə oldu? Bu da ikinci dəlil oldu. Və əsil olan da budur. Əsil, yəni bizdə əsil var, zahir var. Hə, yəqinlik var, zənn var. Həmən burada yəqinlik əl-aqal deyilən, ən azı olan yəqinlik ən azı sayılandır, ən az. Yəni 3 mü, 4 mü? Deməli 3. Bu zikirlərə aiddir. Görürsən ki, insan şaşırır. Zikir eləyir namazdan sonra məsələn 33 deməli bilmir bu birinci devr məsələn 15 mi dedim, 30 mu dedim məsələn 15 olaraq qəbul 10 mu dedim, 20 mi? 10 qəbul edir. Yəni azı. Azı olan odur. Onu etmiş say, sonra davam et, tamamla. Deməli, burada saatımı necə? İnşallah ki o bir səhifəni də nəzərdə tuturum keçək. Deməli, üçüncü burada məsələ nə gəlir? Həmən qaydaya aid. Zənn ilə əməl etmək. Zənn. Yəni var yəqinlik, var şək, var zənn. Hə? Burada zənn yəqinliyin əksi olan. Yəqinlik, zənn. Əsl, zahir. Asıl, zahir. Yəni əsl, zahir. Bu iki oxşar mənalı şeylərdir. Zənn ilə əməl etmək. Bu cürdə elə yazın. Buna aid misallar. Deməli, burada nə? Məsələn, biz qaydaya görə biz dedik ki, yəqinlik şübhə ilə ortadan qalxmaz. Zənn ilə ortadan qalxmaz. Zənn eləyirəm ki, bu belədir. Dəstəmazın pozulduğu, hətta qalib zənn dediyimiz böyük güman, böyük ehtimal, çox böyük ehtimal, çox güman ki, deyirsən ki, pozuldu. İndi yenə yəqinliyi tərk edəcəyik bu çox böyük ehtimala görə, yoxsa böyük ehtimal da nəzərə alınmır. Yəqinlikdən aşağı nə varsa nəzərə alınmır. Bax, buna aid dəlildir. Misallar. Burada 2 dənə məsələ var. Yazırsınız ki, zənn ilə əməl olunan məsələlər var. Bu bir. Burada zənn ilə ikinci, əməl olunmayan məsələlər. Yəni artıq bəzi deməli qaydalar biz demişik həmişə o hər dəfə deməsək də onu bəlkə bir yerdə unutsaq, amma bilin ki, hər bir qayda ki var, bu fiqh üsuluna da aiddir. Mütləq, yəni bu əsl olan əsas nədir? Əsasdır, əsl, təməl. Hə? Bunu o əsildən çıxaran başqa bir dəlil gələrsə, deməli bu qaydadan nədir? Bir istisna olar. İstisnalar var. Burada da nədir? Deməli hər zaman, yəni hələ yəqinliyə əsaslanıram, zənn hər vaxt kənara atılmalıdır, zənnlə əməl olmaz. Yox. Bəzi, birinci nədir? Zənn ilə nədir? Belə məsələlər var ki, orada zənn ilə əməl olunur, yəqin deyil. Məsələn, zənndir. Yəqinliyə tam çatmır, yəqinliyə aşağıdır, zənn. Ehtimal, güman. İkinci növ məsələlər var ki, orada zənn ilə ehtimal olunur, yəni əməl olunmaz. Deməli, buna dair misal gətirib burada qeyd edədiyim misallardan. Deməli,
birinciyə aid. Zən ilə əməl olunan misallar. Buna misal məsələn namazın vaxtları. Məsələn insan namazın vaxtları, günəş nə vaxt ortada olur və s. təcrübəsi var, ictihad eləyir. İctihad burada namazın vaxtlarından söhbət gedir, yoxsa fəqih ictihadından yox ki, fiqhdə keçəcəyik. Yəni mütləq insan qibləni axtarmaqda ictihad etməlidir. Mütləq namazın vaxtlarının girməsində ictihad etməlidir. İnsan ictihad elədi, gördü ki, məsələn, gün batdı, məğrib namazdır. O cür qalibdən yəqinlik deyil, gördü heç başqa. Yəni, məsələn, dumanlıdır və yaxud nədir? Və yaxud biz fəcr namazından deyil. Məsələn, ictihad elədi ki, deyir ki, qalibdən, yəni çox güman ki, artıq fəcrdan yeri söküldü, fəcr namazın vaxtı girdi. Onunla əməl edə bilər, yoxsa mütləq yəqinlik olmalıdır. Mütləq bir, yəni dan yerin sökülməsini görünməlidir və s. Yox, ictihad edib, bacardığı qədər cəhd edib, bunu vaxt girdi deyə qənaətinə gələrsə, onunla əməl edə bilər. Vaxt girdi, namazını qılır. Deməli, burada zənn ilə burada əməl olunur. Burada zənn ilə əməl olunur. Namazın vaxtlarında deyilir. Məsələn, bu açıq-aşkar zədül müstəqimdə də bu cür gəlir. Sonra, ikinci, zənn ilə əməl olunmayan. İndi o biricinə dair biraz da misal gətirəcək yenə. Zənn ilə əməl olunmayan yerlər. Yəni, bu dediyimiz kimi təharət məsələsində. Yuxarıda misal gətirdiyə qaydanın mənasında misal gətirir. Burada zənn ilə, qalib zənn olsa da, çox böyük ehtimal, böyük güman olsa da mən dəstəmazı pozdum deyəsən, amma ondan qabaq yəqinlik var isə dəstəmazlısan, təharətlisən, o nə qədər böyük ehtimal olsa da, yəqinlikdən aşağıdırsa, yəqinlik deyilsə, ona baxılmaz. Həmən qayda artıq 100% əməl olunur. Yəqinlik şək ilə, zənn ilə, qalib zənn ilə və s. qəbul olunmaz. Yəni, ortadan qalxmaz. Yəqinlik ortadan qalxmaz. Bu məsələ ümumiyyətlə, bu məsələləri nə deyirlər? Fiqhdə belə bir bab var. Əsl ilə, əsl, yəni təməl, asıl. Əsil ilə, elə bir ki, zahirin. Əsil olan budur, zahirdə görsənən budur. Məsələn, əsil ilə zahirin bir-birinə ziddiyyətli məsələsi var. Yəni, əsil olan budur, zahirdə bunun əksi gəldi. İndi bu əsil olan ki, o yəqinlik bizim dediyimiz götürülür burada, yoxsa zahir ki, zənn dediyimiz qəbul olunur. Bax, o məsələlərdir. İbn Rəcəb Həmbəli Rahimullah qaydalar, fiqhi qaydalar kitabında çox məşhur bir kitab, çox, yəni, mövzusunda həqiqətən fiqhi məsələ, orada elə bəzən fiqhi məsələləri belə, çünki fiqhi qaydalara, necə ki, burada misallar gətirir, fiqhi qaydalara elə məsələlər, misallar gətirir ki, bəzi fiqhi məsələləri belə o qaydalardan alimlər çıxardır, deyir ki, Həmbəlilərin görüşü budur, İbn Rəcəb Əl-Qavaid kitabında belə demiş, elə demiş, bir qaydalar hamısını sayır, bu qayda budur, buna misallar, bu misallar gətirir. Deməli, həmən orada gətirir ki, burada həmən bu qayda ki var, əslə əməl edilər, əgər zahir ziddiyyət təşkil edərsə aralarında nədir? Ziddiyyət varsa. Yəni, alimlərin bu barədə 3 sinif insan alimlər var. Alimlər, yəni hamısı alimlər, alimlərin 3 görüşü var. 3, yəni yerə bölünüblər bu məsələlərdən. Birincisi məsələn, taharət kimi məsələn. Burada, indi Həmbəli məzhəbinə görə deyirəm ən azından, elə məsələlərdir ki, orada əsillə zahir, yəni yəqinliklə zənn, ziddiyyət təşkil edərsə, icma ediblər ki, bu məsələlərdə müəyyən məsələlər var. Bu məsələlərdə yəqinliklə, əsillə əməl olunur. Və əksinə, elə məsələlər var ki, əsillə zənn, ziddiyyət təşkil edərsə, əsillə zahir, yəqinliklə zənn, o məsələlərdə zənnə əməl olunur, icma ediblər. Sonra da üçüncü qrup məsələlər var ki, orada artıq ixtilaf ediblər alimlər ki, bəziləri deyiblər ki, bu cür məsələlərdə əsl, yəni yəqinliyə əməl olunur. Bəziləri deyiblər, yox, bu məsələlərdə zənnə əməl olunur. İndi hər birinə dair misal, məsələn, üzərində icma etdiyi hansı misal, birinci nə idi? Əslə əməl etmək. Həmən məsələn, və yaxud zənnə, əslə aid biz misallar gətirdik. Məsələn, zənnə aid. Zənnə aid misal gətirmək, əzzənnə əməl etmək, məsələn, talaq məsələsini gətirirlər. Məsələn, bir kişi nigahı var, nigah elədi, qadınla evləndi və bu, məsələn, nigaha, toya, düyünə yüzlərlə insanlar şahid oldu.
təvatür belə deyək də, yəni bu 100 nəfərin də birləşib yalan danışması mümkün olan bir şey deyil. Yüzü də deyir ki, biz nikahına şahid olduq, düğündə oldu, belə elə. Bu artıq yəqinlikdir. Bu cür 100 nəfərin şahidliyi, ədalətli və artıq yəqinlikdir. Yəni burada şək şübhə yoxdur. Nə zənn, nə heç bir yəqinliklə ki, bu insanlar evlidir, ər arvad, zövc zövcə. Sonra məsələn kişi iddia edir ki, deyir ki, mən talaq vermişəm. 2 dənə də şahidim. 100 şahid ara, 2 şahid. 2 şahid yəqinlikdir, yox, zənn sayılır şey olarak. Şimdi burada fikir verin, yəqinliklə, yəni əsl olan bunların evli olmasıdır. Buna da 100 dənə şahid var. Zənn olan sonra gələn nədir? Əsl, zahir. Zahirdə olan nədir? 2 nəfər gəlir deyir ki, bu zahir sayılır və yaxud yəqinlik, zənn. İkisi də yəni eyni mövzuya aid işlənir. 2 nəfər də deyir ki, bir şahid ki, bizim yanımızda talaq verdi. İndi biz nə deyəcəyik? Əsl olan onların nikahlı olmasıdır. Yəqin olan onların nikahlı olmasıdır. Bu isə zəndir, şəkdir, zahirdir. Biz qaydanı götürəcəyik ki, yəqinlik şübhə ilə ortadan qalxmaz. 100 nəfərin dediyi, 100 də şahid olub ki, bunlar evlənib. 2 nəfər durub deyir ki, yox. 1 saat sonra məsələn talaq verdi onu. İndi burada icma ilə, alimlərin icması ilə, burada zənn ilə əməl olunur. Burada çünki nədir? Beyyinə deyilən. Bunlar şahid gətirir. Şahid gətirir ki, bunlar, o kişi onu 1 saat sonra boşadı. Burada icma ilə, ixtilafsız alimlərin icması ilə burada nədir? Deyilir ki, onların şahidliyi qəbul olunur və o talaq vermiş sayılır. Bu bir. İkincisi, məsələn, ixtilaf, o əsl əmin olunan misalları gətirmişik, təharət məsələ. İxtilaf olunan məsələlərdən biri, məsələn, gətirirlər. Hansı ki, məşhur olan görüşü də deyəcəyik. Bu, sadəcə dediyimiz kimi, qaydaya, həmən o ixtilaf etdiyi məsələyə bir misaldır. Deməli, imamın fərd qılan yox, insanın yox, munfərid dediyimiz yox. İmamsan, namaz qıldırırsan cəmaata, şübhə elədin, 3-cü rükətdəsən, yoxsa 4-cü. Tək qılsan, biz dedik ki, yəqinlik üzərə bina edəcəksən, 3 olaraq qəbul edib, 4-cü tamamlayarsın. Sonra səhv. Amma imam olaraq qılırsan, indi nə etməlisən? Sən 3 qəbul edib, bəlkə də 4-cüdür, qalxırsan 5-ci rükətə, necə eləməlisən? Məzhəbə görə, məşhur görüş, həmbəlilərin imam və s. fərqi yoxdur. Nədir? Məşhur olan mötəməd görüş, yəni imam yenə 3 olaraq qəbul davam edir. Amma məsələn, məzhəbdə olan Şeyx Əl-Muvaffaq, məsələn, Əl-Muğninin sahibi, Muğni, Əl-Muqni, Əl-Kəfi və s. Əl-Umdə kitabında gətirir ki, imam, bu da məzhəbdə olan digər görüşüdür ki, Şeyx Əl-Muvaffaq bunu tərcih etmişdir ki, məzhəbdə ikinci görüş sayılır. Amma məşhur görüş deyil. Yəni, məşhur dediyimiz məzhəbi dedikdə, həmbəli məzhəbin görüşü nədir? Az öncə dediyimiz ki, amma həmbəli məzhəb bu görüş də var. Deməli, nə deyir? İmam, sırf imama aiddir. İmam qılırsa, şək edirsə imam, 3 mü qıldım, 4. İmam deyir, qalibuzdan, zənnə, o həmən böyük gümanla, çox böyük ehtimalla əməl edər. Yəni 3 mü, 4 mü, amma böyük ehtimal ki 4'dür bu, 4 qılar. Çünki imamdır. Əgər bu 3'dirsə, məsələn, bu 4 zənn eləyir, artıq oturacaq, təşəbbüs edəcək. Ona bir aşağı, yəni arxadan məmum, yəni imamın arxasında duranlar nə edir? Təsbih edər və yaxud nə, yəni qadınlardırsa, məsələn, əl çırpır da, əlinə çırpır, vurur. Yəni bu cür nədir? Onun xəta etdiyini nədir? Bildirərlər ona. Onda qalxar, tamamlayar. Yəni çünki imam arxasında qılan var. Ona görə bu cür görüş var məzəbdəki. Qalibu zənnən imam əməl edir, amma məşhur görüş odur. Deməli, bu qədər. Burada deyilmədiyimiz bir şey yox inşallah. Keçək o bir səhifəyə. Saatımız nə qədər? Vaxt var, yarım saat təxminən var. İnşallah. İndi biz bu əsas nədir? Yəqinlik şək şübhə ilə, şəklə ortadan qalxmaz qaydası idi. Əsas qayda, böyük qayda. İndi bunun alt qaydaları, 7 alt qayda var. İnşallah Allah'ın imkan verdiği miqdarda bulunan ya hamısını keçəcəyik, ya da ki, indi 1 saat yarımı aşmadan nə qədər keçə bilsək keçəcəyik. Deməli, burada nə yazırsınız? Həmən yəqinlik şək ilə ortadan qalxmaz qaydasının altında olan alt qaydalar mündərik.
alt qaydalar. Burada onu yazır. Və bir 7 qayda. İnşallah bunun hamısında o birisinde olduğu kimi birinci qaydada 4 tane alt qayda var idi. Hər bir altında görürsünüz ki, xırda kiçik hərflərlə mötərəzdə misal gətirir. Üstə qaydanı verilir. Altda həmən qaydaya bir dənə misal verilir ki, bu misal elə bil ki, bir yaddaş kimi olur. İnsan o misalı yadına düşünce diğer misallara göre de kıyas edebilir. Mesela birinci qayda nedir? Yazıcı tərcüməsi. Əsil olan, asıl, əsil olan, yəni temel olan, əsas götürülen hüküm. Əsil olan nedir? Bir şeyin bəqav məkan alə məkan. Bir şeyin olduğu hal üzere qalmasıdır. Yani əsil olan bir şeyin elə olduğu kimi qalmasıdır. Yani hansı halda idsə o halda da qalır. Yani bu qaydanı birinci belə yazın. Onun mənası və misalı gələcək. Yani əsil olan nədir? Həmən o bu yəqinlik, şək, şübhə ilə, şəklə ortadan qalxmaz qaydasının alt qaydalarıdır. Hamısı ona bağlıdır. Kökü. Deməli, əsil olan nədir? Bir şeyin, hər hansı bir şey var, onun əvvəlki halı var. Bir şeyin əvvəlki halda qalmasıdır. Əsil olan budur. Ki burada altta ne yazıb? Məsələn, ən çox çəkdiyimiz sual. Mən təyaqqinə taharət və şəkə fil hədəth. Məsələn, təharəti yəqin edən ki, təharətliyəm. Dəstəmaz olsun, qüsul olsun, fərqi yoxdur. Təharəti yəqinlik edib pozmaqda, o təharəti pozmaqda şək edən kəs. Yəni, o 4-cü mötərizdə o cür yazın. Yəni, buna misal nə oldu? Tərcümə bu olacaq. Yazdınız inşallah. Yəni, buna misal nə? Hemen əsil olan nedir? Bir şeyin olduğu kimi qalmaq. Yani burada bir şey təharət. Sen təharətliydin, düzdür? Senin halın təharətli olmaqdır. Əsil olan nedir? Sen elə təharətli qalmağındır. Bu qayda budur, alt qayda. Deməli nedir? Sonra şübhə gəldi. Sen ne deyirsən ki, təharət pozuldu, pozulmadı. Bu qaydanı götürsən, əsil olan hər bir şeyin elə olduğu halda nedir? Qalmasıdır. Bunu fiqh usulunda istishab bilen bir qayda var. Usul ona uygun, ona oxşar bir usuldur. Yani bu qaydadır. İnşallah ki aydındır. Yani əsil nə oldu? Təharətliydin, təharətlidir. Su təmiz idi, əsil olan təmizdir. Ta bunun nəcis olması ortaya çıxana kimi. Hə? Yani hər bir şey elə götür, elə də qiyasla. İkinci misal, ikinci alt qayda, əl-asl bəraət zimmə. Yani əsil olan, burada da əsil olan, əsil hamısında fikir verin. Əl-asl, bir dənə sonuncuda başqadır. Əsil olan nədir? Məsələn, bir çoxumuz bilirik qayda, əsil olan əşyalarda mübahlıqdır və s. Bu qaydalar da hamısı bu alt qaydalardandır. Həmin o yəqinli şəkillə ortadan qalxmaz qaydasının, böyük qaydanın alt qaydaları, kiçik qaydaları. Deməli, burada yazır, əsil olan zimmətin təmiz olması. Yəni, zimmətin, burada nə demək? Məsuliyyətin olmamasıdır. Əsil olan bir üzərində məsuliyyət var. Zimmetindeki mesela borcun var. Senin boynundadır. Sen ona borclu musan? Mükellefsen mi? Keffare boynuna düşer düşmez. Bu ibadet sana vacibdir mi? Vacib değil mi? Yani böyle zimmetinde, yani zimmet nedir? Öhdəliyində, boynunda, məsuliyyətində, sorumluluğunda mənasında. Zimmet olarak böyle herkes hele bu cür biz fikde de geçmişiz. Bu cür anlatsa hele biz olduğu kimi desək daha kısa olar. Deməli, əsil olan nedir? Zimmətin bəri olması nedir? Yani insanın məsuliyyətdən azad olması, məsuliyyətli olmasıdır. Elə də yazılır. Əsil olan zimmətin nedir? Azad olmasıdır. Boynunda hiçbir şey yok. Yüklü değilsen. Yükü yoktu boynunda. Əsil olan budur. İndi bunun misalını gətireyim, mənası anlaşılacaq. Deməli, burada misal olarak yazırsınız ki, borc verənlə borclu ilə, yəni borc sen verirsən, bir nəfər də sənə borclu. Əd-dain vəl-mədinə. Borc verənlə borclu arasında borcun miqdarında ixtilaf etməsi bu misaldır. İndi bunu ayrılatıcı yox. Sadəcə mötərəzdə olduğu kimi yazmağa görə deyirəm. Borc verənlə borclunun verdiği o borcun miqdarında ixtilaf etmələri. Bu misal. İndi bunun aydınlığı nədir? Məsələn, borclu deyir ki, məhkəməyə qalxıb, məsələ, yəni şəri məhkəməyə qalxdınız. Məsələn, sən borc verdin. Adama deyirsən ki, mən sənə 100.000 dollar verdim. 100.000 dollar verdim. Adam da deyir, sən mənə borc verdin, amma 50.000 dollar verdin. İxtilaf düşdü.
Veren deyir 100 min verdim. O deyir yox 50 min verdim. Şahid yox. Şahid olsa biz dediği kimi şahid ümumiyyətlə o təkcə talağa və s. aid deyil. Ümumiyyətlə şəriətdə o fiqdə cinayətlər və qazilik bölümündə biz keçmişik. Nədir o şəhadət kitabı var idi. Məsələn, hardasa 4 şahid lazım, hardasa 3, hardasa 2, hardasa qadın da ola bilər və s. hardasa 1 və and. Yəni nədir bu şəriətdə gəldiyi üçün burada bunlarla o biri dediyimiz yəqin 100 nəfərlə bir şeyə şahid olsa, ondan sonra 2 nəfər şahid olduğu bir məsələn harda 2 lazımsa 4 məsələn bir şey varsa onun əməl olunur icma ilə. İcma ilə əməl olunur. İndi burada da şahid yox. Şahid olsa artıq şahidlərə görə qazi hökm verir ki 100 min borcludur. Şahid deyəcək bəli 100 min vəssalam. O biri insan desə ki 50 min xeyri yoxdur. 100 min borclusan 100 min vacib olacaq onu qaytarmağa. Onu qazi nədir məcbur edəcək. Deməli burada nədir amma şahid yox, heç bir şey yox. Adam deyir 100 min verdim, burada deyir ki yox 50 min verdim. 50 mində deməli bunlar ortaqdır. İndi bunun boynunda vacib olan nə qədərdir? 50 min. Niyə? Həmən qaydaya görə. Əsil olan zimmətin, yəni öhdəliyin, məsuliyyətinin azad olmasıdır. Əsil olan nədir? 50 mini qəbul edir, bu heç. O digər 50 min ki var, 100 minin digər ikinci hissəsi 50 min ki var, o borc verən iddia edir, bu da inkar edir, yox. Mən 50 ancaq borcluyam, o digər 50'si özündən çıxardır. Bu əsil olan nədir? Həmən borclunun, hər kəsin zimmətinin, məsuliyyətinin azad olmasıdır. Mənim boynumda nə sənin, nə onun, heç birisinin qarşısında haqq yoxdur boynumda. Azaddır mənim boynum, belə deyim, mükəlləfiyyətim, məsuliyyətim. Əsil olan budur. Artıq qarşı tərəf, iddia eləyən tərəf şahid gətirməlidir. Gətirməsən, vəssalam, qazi deyir ki, 50 minin qəbul edir, onun boyunda 50 mindir, digərinə dəlilin yox. Digər əsil olan nədir? Məsuliyyətin olmasıdır onun boyunda. İnşallah ki, bu misalda aydın oldu. Sonra artıq orada nədir? Dəlillər, sübuta, beyyinə dediyimiz şahidliyə ehtiyac olur. Sonra üçüncü alt qayda. Yenə əsil olan filumur ilə aridə tələbəm. Deməli, sonradan, əl-aridə, yəni sonradan gələn, yəni bir hal var, əvvəlki hal. Sonradan bir hal baş verdi. Adamdır, xəstələndi, adamdır, öldü, nə bilim, hər nə, hər hansı bir iş baş verdi. Sonradan baş verən arizə deyirlər, arizə, həmən o ərəb sözündən götürülüb. Yəni, sonradan baş verən bir hadisə baş verdi. Deməli, burada bu qaydanı nə yazırsınız? Sonradan baş verən hadisələrdə, işlərdə, ümumiyyətlə, hadisə o demək deyildi, qəzadır və s. Ümumiyyətlə, sonradan vəsf də ola bilər, hər hansı bir dediyimiz kimi xəstələndi. Bu vəsfi sağlam idi, oldu xəstə. Deməli, sonradan baş verən işlərdə əsil olan onun olmamasıdır. Yəni, sonradan baş verib bu. Kimsə iddia eləyir ki, indi misal gətirəcəyik, bu satdığım, mən buna avtomobili satmışdım, sapasağlam yeni. Heç bir əziyi yoxdur və s. Adam da bir saat sonra gəlir deyir ki, bunun burası əzik imiş, qopuq imiş, nə imiş? Adam da deyir, əsil olan nədir? Yəni, mən sənə sapsağlam vermiş, əsil olan budur. Bəlkə sən elə vurdun bir saatın içində və s. O artıq sübut gətirməlidir. Yəni, acı misal. Yəni, qaydanın əsası nədir? İndi başqa misalda gətirəcəyik. Deməli, sonradan baş verən məsələlərdə, işlərdə, nədir? Sonradan baş verən həmin o hadisələrdə əsl olan nədir? O hadisənin, o işin olmamasıdır. Artıq onun olmasını iddia eləyən ispat eləməlidir. Yəni, burada onu yazdınız. Əsl olan olmamasıdır. Buna aid misal nədir? Yazırlar, borcu ödəməkdə iddia etmək, borcu ödəməyi iddia etmək. Bu misaldır. Borcu ödəməyi, yəni mən borcluyam, deyirəm ki, mən borcu qaytarmışam, borclu olduğumu qəbul etdim, mən borcu almışam, amma deyirəm ki, qaytarmışam borcu. Orada misal elə yazın, bu ətraflı izah olacaq. Nədir? Borcu qaytarmağı iddia etmək. Bu nə misaldır? Misal nə? Məsələn, bir insan deyir ki, dava qaldır. Yəni, dava dediyim məhkəmə davası. Deyir ki, məsələn, filan kəs mənə 50 min borcludur. Soruşurlar, borclusan? Deyir, bəli, borcluydum. 50 min borc verdim ona. Aldım borcu, bəli, mən borcu ondan almışam. Bunu qəbul etdi. Burada əsil olan nədir?
borclu olmasıdır. 50 bin bu insan etiraf edir ki ben borç aldım bundan. Sonra da deyir ki ama ben bu borcu qaytardım onu. Ben bu borcu iddia eləyib qaytardım. Artıq nədir burada? Əsil olan borc qaytarmaq sonradan olan bir şeydir. Sən borcluydun, onu etiraf eləyən, sabit olan, yəqin olan, yəqinlik, sabit olan nədir? Sənin borclu olmağındır. Sonradan baş verən vəsf, sonradan baş verən hal hansıdır? Sənin borcu qaytarmaqdır ki, sən bunu iddia edirsən. Artıq sənin şahid gətirməyə ehtiyacın var. Niyə? Çünki biz deyirik ki, nədir? Əsil olan, sonradan baş verən vəsflərdə, işlərdə, hadisələrdə əsl olan nədir? O şeyin olmamasıdır. İndi sən borcu qaytarmağı iddia edirsən. Əsl olan bu şey nədir? Sonradan borclu olduğundan sonra baş verdiyi üçün sənin iddiana görə əsl olan onun olmaması. Yəni borc qaytarma hadisəsi baş verməyib. Sən borcu qaytarmamalısan. Borcu bu adama qaytardığına dair dəlil gətir. Şahidlər gəlsin, mənim yanında qaytardı. Hər nə insan iqrarı olsun, iqrar inkar edilməsən və s. İnşallah ki, qayda aydındır. Başka buna misal, başka bir misal var burada. Maraqlı, onu da deyək. Məsələn, bu Şeyximiz Əmri Mübaşir deyir. Məsələn, insan həm bir kişi, həm də deyir çox vəfasız və yəni bizə nə deyirlər? Yəni ləyaqətsiz, yəni o insaniyyət xüsusiyyəti olmayan bir kişi qadına deyir ki, sən xəstələnsən, sənə baxmayacam, sən ümumiyyətlə boşsan, talaq verəcəm sənə. Xəstələnsən, yəni xəstəliyin nə oldu, sən sağlamsın. Xəstəlik bu sonradan baş verən hadisədir. İndi bu qaydaya görə xəstələnsən, sən boşsan. Qadın da məsələn nə deyir? Kişi sonra deyir, artıq boşanmaq istəyir. Artıq qadın da xəstələnmir. Allah cəmi müsəlmanlara, xəstə müsəlmanlara şəfa versin. Qadın da xəstələnmir. Yəni, bu iddia qaldır. Deyir ki, sən nədir? Xəstələnmirsən. Nədir? Sən xəstələnmirsən. Ya qadın, yaxud əstəğfurullah, qadın məsələn iddia qaldır. Qadın artıq görür ki, bu cür insandır. Ondan boşanmaq istəyir. Bu da boşanmır. Amma söz demişdi ki, sən xəstələnsən boşsan. Bu da iddia qaldırır ki, yalandan Allah qorusun ki, yəni ondan uzaq olmaq üçün belə deyək, talaq olsun deyə iddia qaldırır ki, mən xəstələndim. Kişi də deyir, yalan danışsan, sağlam insansan, sən xəstələnmədin. Məsələ qalxır qaziyə. Qazi nə hökm verəcək? Bu qaydaya görə sonradan baş verən biz deyirik vəsflərdə, işlərdə əsl olan nədir? Bu şeyin olmaması. Yəni sağlam idi, xəstəlik sonra iddia olundu. Əsl olan nədir? Deməli xəstə olmamağındır. Ta dəlil, sübut, həkimdən arayış və s. gətirənə kimi belə misaldır, arayış olması da, yəni zahirinə görə və s. Axır, yəni xəstə olmağını ispat eləyənə qədər onun xəstə olmamasıdır. Əsl olan budur. Bu üçüncü alt qayda idi. Sahibimiz İnşallah ki yetişərik. Deməli, bəlkə də dördüncü, qarışdırmayaq, dördüncü qayda. Əsl olan deməli, əsl olan baş verən hadisəni, hər hansı bir hadisə baş verir ki, misala gətirir. Baş verən hadisəni ən yaxın vaxtına aid etmək. Bu cür yazın. Əsl olan baş verən bir hadisəni, olayı o hadisəyə ən yaxın olan vaxta izafət etmək, aid etmək. Bu cür yazın, izah olunacaq. Buna aid misal da yazaq və onu izah etməklə inşallah anlaşılacaq. Deməli, buna aid misal İki mötərəzdə bu misala aid olan yerdə 4-cü mötərəzdə yazın ki, 2 yuxudan sonra, yəni 2 dəfə yatandan sonra, 2 dəfə insan yuxu görür. Neyi təkrar edim? İnşallah təkrar edim. Bu əsl olan baş verən hadisənin ona ən yaxın olan vaxta aid etməkdir. Bu budur. Buna aid misal nedir? 2 dəfə yatan insan, yatan yəni uyuyan. Yatan niyə? Türkiyədə indi uzanan yox, yəni yatan, yəni yuxu görən, belə deyil. Yuxu görməsə də olar, axır
Yani yatan. İki defa e, yatan insanın iki defa yatandan sonra, şimdi buna misal getireceğiz. Sadece yazın. İki defa yatandan sonra paltarında, elbisesinde məni gören bir insan. Bu misal budur. Kısa dediğimiz gibi bu elə bil ki bir növ sadece tezkira deyilən, yani bir yaddaş kimi misal olur. Deməli, misal nədir? İki dəfə yuxudan sonra, iki dəfə yatandan sonra paltarında məni görən insan. Buna misaldır bu qaydaya. Ki bunun misalı nədir? Məsələn, bir insan zöhr namazından qabaq yatdı, qeylulə deyir. Yeri gəlmişkən onu da deyim. Yəni qeyluləsində düzdür. Bəzi alimlər deyir zöhrdən sonra da, zöhrdən qabaq da, bəziləri deyir ancaq zöhrdən sonrakidir, bəziləri deyir zöhrdən ancaq qabaqkidir. Amma inşallah vallahu alam, yəni ən hədislərdə də açıq deyilən bir çox hədislərdə var. Bəzən açıq-aşkar, bəzən işarət olaraq. Məsələn, Peyğəmbərimizi sallallahu əleyhi və səlləm bildiyiniz kimi müəzzin, məsələn, sabah namazında və zöhr namazında gəlib oyadardı. Onu göstərir ki, zöhrdən qabaq yatırdı ki, zöhr namazını oyadırdı ki, azan verim, yoxsa yox. Və digər hədislər var, işarət və yaxud daha da zahira, Quranda keçən ayələr, zahira, günorta vaxtı yatdığımız zaman paltarını çıxarır uşaqlar, məsələn, Nur surəsində gəlir, yəni izin alsınlar evə girən, otağa girəndə və s. Çünki insan yatanda adətən paltarını çıxardır, məsələn, yəni ki, onu paltarsız görməsinlər. Yəni, bir çox şeylərə görə inşallah ki, üstün görüş odur ki, yəni meyl etdiyimiz və bir çox bildiyimiz şeyxlərdən soruşduğumuz, oxuduğumuz, duyduğumuz odur ki, zöhrdən qabaqdır qeylulə, zöhrdən sonra yox. Bu, çoxsu zöhrdən sonra bilir deyənə bunu deyirəm. Çoxsu bu elə bilir, amma zöhrdən qabaqdır. Bir cüməyə aid ki, Buxarı və Müslimdə gələn hədisə ki, biz cümə günü deyir, ya nə deyir, yemək yeyərdik, çünki sünnədə nə gəlir? Yemək yeyərlər, yatarlar, qeylülə edərlər. Qeylulə nədir? Günorta olan istirahate deyilir. İstirahat, yəni insan yatmasa da olar. İstirahat, dincəlir, oturur, uzanır. Şərt deyil, yuxu görəsən, yuxu yılayasan, yəni dincəlmək. Sonra namaz qılardı. Yəni yeyərdilər, qeylülə edərlər, namazla zöhr. Amma Buxarədə ki, əks müxalifə dediyimiz o məfhumul müxalifə, əks anlayış. Buxarədə gələn hədisdə deyilir ki, biz cümə günü yemək və qeyluləni yalnız cümə namazından sonra edərdik. O da Həmbəli məzhəbin dəlillərindən ki, cümə namazı hətta zavaldan öncə, hətta bildiyimiz kimi duha vaxtında da cümə namazı qılına bilir Həmbəli məzhəbin ki, fiqdə bunu keçmiş. Deməli, nədir bu? Onu göstərir ki, deməli, ancaq cümə günü, birinci ki, cümə namazı zöhrün əvəz eləyir. Yəni, cüməni qılan zöhrü qılmır. Namazı qılardılar, ondan sonra gedib deyir kölgə axtarar, ondan sonra yiyib və dincələrlər. Amma cümədən başqa nədir? Əks anlayışlar. Deməli, cümədən başqa günlərdə zöhrdən qabaq olardı. Hər neysə mövzumuzda yayandıq. Deməli, məsələn, bir insan zöhrdən qabaq yatdı. Yatdı, qalxdı, paltarına baxmır. Üzr istəyirəm, ehtilam da olmadı. Yəni ki, bir şey çıxdığını yuxuda hiss eləmədi. Qalxdı, sadəcə dəstəmaz aldı, ayaq yoluna getmədi. Dəstəmaz aldı, zöhrü qıldı. Ondan sonra, məsələn, əsri qıldı, dəstəmaz alaraq və yaxud dəstəmazı pozulma davam eləyərək, sonra ta işəyə kimi elə davam elədi, dəstəmaz aldı, qıldı, sonra yatdı. İşədən sonra yatdı, bir də fəcr namazına qalxdı. Fəcr namazına qalxdı, dəstəmaz aldı, namazını qıldı. Fikir verin, dünənin zöhründən qabaq yatdı, qalxdı, zöhr qıldı və s. Sonra fəcr namazını qalxdı, dəstəmaz aldı, fəcr namazını qıldı, fəcr namazından sonra 5 dəqiqə sonra, 10 dəqiqə, yarım saat, 1 saat, hələ zöhrə kimi vardı, yəni növbəti namaza qədər paltarında məni olduğunu gördü. Məni var. Məni neyinir? Qüsulu pozar. Bu insan nəinki dəstəmazı, bunun yəni ki, yuxuda olan nədir? Onu hiss etməyi və s. biz fiqdə keçmişik. O təzyiq ilə çıxması, şəhvətlə və s. şərt deyil. Sadəcə çıxdı və salam. Quslu pozlar, düzdür? Yəni, bu insan indi 2 dəfə yatıb. Dünən zöhrdən qabaq yatıb. İndi bu gündə saysaq fəcrdən qabaq, yəni gecəni yatıb. İndi bu dünən yatdığı vaxtı mı çıxdı məni bundan? Sadəcə bu indi görür. Yoxsa indi fəcrdən qabaq o gecə yatdığı vaxtı məni bundan çıxdı, indi görür.
Yəni deməyim nədir? Əgər zöhrdən qabaq yatdı, zöhrdən qabaqki yuxuda bu çıxdısa, deməli bu zöhrü də, əsri də, məğribi də, işanı da, fəcr də şübhəsiz hər iki halda fəcr də qəza eləməlidir. 5 namaz qəza eləməlidir. Düzdür? Yox, fəcrdən qabaqki o gecə çıxdısa, yalnız fəcri qəza edəcək. Vaxtı çıxmadısa fəcrin. Hə, yəni çünki namazın vaxtında eyni namazı təkrar qılırsansa, hansısa bir şərt pozuldu və yaxud nə, batıl olduğu üçün namaz, o iadə deyirlər, təzədən qılırsan da, vaxtı çıxandan sonra qılanda qəza deyirlər, ona görə dəqiqləşdirdik. Bu, deməli, nə etməlidir? Bu qaydaya görə əsasən nə dedik? Baş verən hadisədə əsl olan nədir? Baş verən hədisdə burada, məsələn, çəkdiyimiz, burada çəkilən misalda mənin çıxması. Baş verən, yəni iki yuxudan sonra məninin görülməsi. Bəli. Baş verən hadisədə əsl olan nədir? Ən yaxın zamana aid edilməsi. Ən yaxın yuxu hansı idi? Fəcrdən qabaq, gecə yuxusu. Deməli, o neyi qəbul edəcək? Zöhrdən qabaq çıxmışdı deyərək yox. Ay, ehtiyat baxımından o vaxt çıxdı, gəl zöhrdə qəza eləyim, yox. Əsl olan ən yaxın vaxta aid edirsən. Deməli, sən o sonuncu, ikinci yuxu, gecə yatdığın yuxuda çıxıb o. Onda deməli, sənin qüslun pozulub, onda sənin deməli sadəcə fəcr namazın batildir. Onu təzdən qılmalısan. İnşallah ki, qayda anlaşıldı. Neçənci? 1, 2, 3, 4, 5-ci qayda. Saat. Çox istəyərdim bunu bitirərdik inşallah. Deməli, amma baxıram bu obrisi orada 4 dənə şey var. Çox uzun çəkəcək, bitirə bilməyəcək. Bunu deyə heç olmasa. Deməli, burada 5-ci qayda oldu. Əşyalarda əşya. Əşyalarda əşya, bizim dildə də ərəbcə əşya hər bir şeyə şey deyilir. Şey, əşya da onun cəmi. Əşyalar. Yəni biz şeylər, belə deyək. Əslində əşya sözü elə ərəbcə şey sözünün cəmidir. Yəni çoxlu. Deməli, əşyalarda əsl olan ibahə, yəni mübahlıqdır. Caiz olan, halal olmasıdır. Əşyalarda əsl olan mübah olmasıdır. Yəni bir əşya var, onun hökmü nədir? Burada misal yazın. Mötərəzdə misal nədir? Yeni, yəni müasir cihazlar. Telefon, bilgisayar və s. Yəni müasir nəsə bir yeni cihaz çıxır, müasir cihaz çıxdı. Öncə bu yoxdur ki, Quran və sünnədə bunun haqqında açıq-aşkar bir nas olur. Burada hansı qaydaya əsas deyirik? Orada zərər yoxdursa, həmən o qaydaların şeyidir, zərər yoxdursa və s. və s. Əsl olan nədir? Yəni şəriətə zidd bunun haramlığına dair. Çünki biz fiqh kitabında keçmişdik. Haramlığın səbəbləri onlardan birinin nədir? Zərərli olmasıdır. Yəni bu şeylər, haramlığa səbəb olan bir şeylər yoxdursa, birbaşa buna dair nas olmasa da, nə ayədə, hədisdə bizim bildiyimiz nas yoxdursa, deməli nə oldu? Bizim dediyimiz bu fəqih alimlərə aiddir. Bunun fiqhdə də biz keçəndə demişdik ki, bu qayda yəni bizə aid deyil. Bu qayda fəqihlərə aiddir. Yəni əsl olan əşyaları mübahdır. Biz alim olmayanlar nə bilir ki, bu ayədə varmı, hədisdə varmı, hədislərin bəyəm hamısını oxuduqmu, ayələrin bəyəm bütün təfsirlərini oxuduqmu, bəzi ayələr zahirən bizim görmədiyimiz şeylər, təfsirdə bunu sən demə, belə deyək, işarət olaraq bildirdiyi hökmlər var ki, o ayə ona işarət etmişdir. Biz bilmirik, biz anlamırıq, onun təfsirini bilmirik. Ona görə bu işdə, yəni o alimlərə aiddir. Yoxsa əsl olan əşyalarda mübahdır. Bir dənə şeydir, 2-3 nəfər yığışdır bir-birimiz. Dedik ki, qardaş, sən bu barədə haramlıq bilirsən, deyir, yox, sən, mən bilmirik, halaldır. Bu bizlik deyil. Biz bilmirik, yəni ki, biz kimi ki, biz əlbəttə bilməyəcəyik. Bizim bilməməyimiz normaldır. Yəni. Alimlər bilmirsə, deyirlər ki, sünnəni hamısını oxuduq, rəvayət səhihləri oxuduq, təfsirləri oxuduq. Bu barədə yoxdur haramlı hökm. Əsl olan bu qaydaya əsaslanaraq hökm çıxardırlar ki, mübahdır, halaldır. Bu, yəni, fiqhdə daha ətraflı demişik bunu. Sadəcə ara-sıra inşallah ki, möminlər üçün faydalı, yəni xatırlatmada fayda var. Ona görə xatırladıram. Deməli, əşyalarda əsl olan mübahdır. Misal nə olur? Müasir nədir? Yeni cihazlar. Yeni bir cihaz çıxdı. Bunun dediyimiz kimi haramlığına bir səbəb yox, bir şey yox. Ayələrdə, hədislərdə birbaşa şübhəsiz ki, yeni çıxdığı üçün, öncələr bu şey olmadığı üçün birbaşa, yəni
işaret olarak başka, birbaşa nas olarak bunun adıyla bir hüküm yok. Alimler nedir? Esil olan bu qaydaya görədir ki, mübahlıqdır. Hemen misallar, misal elə yeni cihaz məsələn gətirir. Sonra bu buna əlavə bir qayda yanında yaza bilərsiniz. Əşyalarda əsil olan mübahtır. Deməli, e, və müəyyən şeylərdə əsl olan həm də təmizlikdir, təmiz olmasıdır. Mübahlıq şey istifadəsi mübahdır, caizdir, halaldır. Bir də ki, təmizlik baxımından, yəni nəcis deyildir. Əsl olan budur. Ta nədir? Əsildən bunu çıxaracaq. Hamısında buna aid nədir? Bir dəlil, bir qərinə, bir ayə, hədis, bir dediyimiz dəlil gələni kimi. Deməli, artıq bir saat yarıma qalmağına bir neçə dəqiqə var. Bunu bitirə bilməyəcəyim inşallah. 10 dəqiqəyə bitirərdik. Davam eləyək yoxsa yox? Yazardı zəhmət olmasa. İstəyirsiniz belə bir soru keçirik. Davam eləyək. 10 dəqiqə inşallah bitirərik. Sadəcə o 6-cı qaydada 4 məsələ var. 4 məsələ var. Onu görə biraz uzun çəkəcək. Amma o birisi, hara getdik. Edək yazırlar. Qalanları yazmır. Hər halda etməyək deyə. Yazmır. Edək. Qalsın. Yazılır. Devam edək inşallah. İxtilaf işte. Saat yarımdan onda artıq olmasın. Artıq olmasın məncə. Qalsın daha rahat biz də tələsməyək. Bilmirəm. Tələsməyək çünki həqiqətən burada bu məsələdə sadəcə adlarını deyəcəm. Vaxtımız var bir neçə dəqiqə. Adlarını deyəcəm, yazacağıq. Amma onun izahını elə bil ki, inşallah gələn dərsdə saxlayarıq. Deməli, 6-cı qayda yazın. Burada 4 şey var. Əsil olan nələrdə? İndi ərəbcə əsil olan gəlir. Biz əsil olan sözünü sonda deyirəm. Yəni, bu 4 şeydə yazın. Əl-əbda. Əbda nədir? Əbda, bu sözün cəmi. Yəni, biz burada övrət nəzərə tutulur. Yəni, qadının övrəti nəzərə tutulur. Qadının, yəni, halal olması kişiyə o mənada əl-əbda olaraq deyirlər. Yəni, qadının övrəti yaza bilərsiniz. Qadın övrəti övrətində, yəni əsil olan bu şeylər, 4 şeydə əsil olan sonda deyəcəyi də yazılır. Qadının, yəni halal olmasında belə yaza bilərsiniz. Amma əsil məna ərəbcə belə yazılır. Qadının halal olmasında kişiyə. Sonra ətlərdə yediyimiz ətlər məsələn. Bu ikinci. Üçüncü, məsum insanın malında. Məsum kimdir? Yazarsa ara sıra bunu soruşuram. Ara-burası onu soruşuram. Fiqdə keçmişik biz. Məsum insanın malında, yəni mülkündə və nəfsdə, yəni nəfsə qıymağında, canda əsil olan təhrimdir, yəni haramlıqdır, toxunulmazlıq. Deməli, bu 4 şeydə qadının halal olmasında kişiyə, ətlərdə, yediyimiz ətlərdə, yəni bu əti yemək olar mı, olmaz mı? Ətlərdə, heyvanlarda yox. Bunu inşallah ətraflı o gələn dərsdə deyəcəyik. Sadəcə tərcüməni. Qadının halal olmasına əbda, yəni övrətdən, ətlərdə, məsumun malında, yəni qanun malı toxunulmaz bir insanın malında və canda, yəni cana qıymaqda, öldürməkdə, yaralamaqda və s. Cana cinayət etməkdə əsil olan bu 4 şeydə təhrimdir, haramdır. Yəni, ət qabağında var. Bunun əsli nədir? Haramdır. Bunun ta sənə yiyilməsi, halal olması, istir kəsmək və s. gələcək. Və yaxud bir qadın var, evlənmək, onunla evlənib, nikah edib, onun sənə halal olmasında əsl ol nədir? Haramdır. Ta onun halal olmasına dair misallar gələcək şey. Sadəcə qaydanı izah edilir. Misalı ətrafda izah edəcək. Və yaxud məsumun malında və yaxud da onun nədir? Məsumun və nəfsu, onun canı. Canı kimə? Onun sözü məsum sözünə aiddir. Nəfsu, burada fi gəlir deyənə fi nəfsi. Yəni, əl-aslı fillərdə və məlil məsum və nəfsi ət-təhrimu. Yəni, bu əsildə olan təhrimdir. Təhrim rafalında gəlir.
Bu ərəbcə bilməyənlər üçün o qədər fayda yoxdur bu şeydə. Sadəcə deməli nədir? Həmən məsumun canında da əsl olan toxunulmazlıqdır, təhrim, haramlıqdır, olmaz. İndi buna aid hər dördünə aid burada mötərəzdə misal yazılır. Bu misalda sadəcə tərcüməsini yazacağıq. Deməli, mən deyirəm bunu. İnşallah onsuz da video yazı var, səs yazısı da var. İnşallah onu kim çatdırmışsa sonra yazar ki, vaxtı uzatmadan. Vaxtımız çünki bir demək olar ki, artıq tamamlanmışdır. Deməli, birinci misala aid burada mötərəzdə görürsünüz 4 dənə, yəni 4 misal var. Vergül, 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 4 dənə misal. Birinciyə hamısı ardıcılıqla müvafiq olaraq. Deməli, bacısı ilə, bacısı, süd bacısı olar bilər və s. misal gətirir. Bacısı ilə əcnəbi, yəni yad bir qadının insana qarışdırılması. Bu süd məsələn bacımdırmı, yoxsa yad bir qadındır? Yəni evlənməsi haram olandırmı, haram olmayan bir qadındırmı? Bu birinci misal. İkinci idxal deyirlər. Bizdə idxal, import var. İxrac və idxal. Yəni idxal olan ətlərin, indi burada olan misal, İslam bəldələrinə aiddir, yəni amma burada olan misal kimi. İdxal olan ətlər məsələn. Halaldırmı, haramdır. Əsl olan haram. Üçüncü misala aid nədir? Deməli, izin verilmədən o hamısı mötərəzə yazılır. Vergül ardınca yazır, vergül yazır. Deməli, izin veriləndən öncə, icazə veriləndən öncə toy, düyündə yemək. Yəni, izin veriləndən öncə düyündə, toyda yemək. Süfrəyə qoyulan yeməyi izin verilmədən indi izin necə olur və sözlə, örflə, feillə necə olur, onu keçəcəyik. Dördüncü misalda qətl, öldürmək. O həmən nəfsə aiddir. Dördüncü nədir? Cana qıymaq, məsələn, öldürmək. Öldürməkdə kimisə nədir? Əsli haramdır. 7-ci qaydanı da belə yazın. Onunla da tamamlayaq, sadəcə isim olaraq. Xətası açıq olan, açıq-aşkar olan zəndə ibrət yoxdur. Yəni, zənə etibar olmaz. Yəni, xətası açıq olan bir zənn var ortada, bir şeyi zənn edirsən, sonra bunun açıq-aşkar xəta olduğu, yanlış olduğu üzə çıxır. Bu zənnlə əməl etmək olar? Yox. Qayda ona aiddir ki, yanlış olması, həmən o zənnin yanlış olması açıq-aşkar olan deyin, o zəndə ibrət yoxdur, etibar yoxdur. O zənnə baxılmaz. O zənnə etibar olunmaz. Buna aid də misal nədir? Fəbəni muhditən. Yəni, özünü təharətli zənn edib, yəqinlik deyil abi, özünü təharətli zənn edib, belə güman edir ki, təharətin var, sonra təharətsiz olduğu üzə çıxan insan. Yəni, elə bilir ki, təharətlidir, sonra bilindi ki, məsələn, namaz qıldı bunu, sonra bilindi ki, bu dəstəmazı yox imiş, bozmuşdur, yadına düşdüyü, ya kimsə xatırlatdı. Bax, bu qayda ona aiddir ki, bununla kifayətlənək, inşallah bunun hamısının ətraflı hər bir 4 məsələyə aid, o biri sonuncu qaydaya aid də inşallah hamısını izah edəcəyik. Və aqulu qawli hədə və əstəğfirullah li və lakum və lisayiril muslimin. Allahümme salli və sallim alə nebiyyina Muhammed və alə əli və sahbi əcmain. Subhanəkallahumma və bihamdik. Əşhədu en la ilahe illə ente estağfiruke və etûbü ileyk. Esselamu aleyküm və rahmetullahi və berekatuhu.